Mənimə gəl. Bəli, səndən. Yaxşı ki, kurtuldum. Elə bildim o dördüncü dərsdən sadəcə belə üçün kurtuldum. Yaxşı, get 4-də gələrsən. 4-də çağıraraq. Mehriban Yox. müəlliməni 4-də çağıracağam. Vay vay hey. Aha. Yaxşı, başlayaq. Sən mənə də görüm ki, küçədə davranış və ünsiyyət qaydalarına nələr aid idi? Küçədə gedən zaman səkinin hansı tərəfi ilə getmək lazım idi? Küçədə gedəndə mən səkinin elə bir sağı ilə getmək lazım idi. Küçədə gedərkən oğlan qızdan solda olmalıdır. Sonra dar səkidə olanlar böyüklərə yol verməli idi. Sonra əgər çox 3-4 nəfər isə də qrup şəklində getməli idi. Ucadan danışmaq, gülmək, nə bilim səs-küy, belə şeylər olmalı idi. Yerə zibil atmalı deyilik. Sonra deyir o küçədə gedərkən tanış rast gəlmiş isə də birinci biz salamlaşmalıyıq. Amma ələ biz uzatmalı deyilik də. Birinci o əl uzatmalıdır. Ay, sağ ol. Bəli. Salamca cavab vermirsə də inciməməliyik. Yəni fikirli ola bilər. Yəni mənim kimi. Yaxşı, bəs sən mənə de görüm. Yolda deyir təsadüfən hər hansı bir böyüyünlə rast gəlmisən. O zaman sən o böyüyünə əl uzadaraq görüşməlisən, yoxsa salamlaşmalısan? Yox, salamlaşmalıyıq da. O əl uzatmadan biz onu eləməli deyilik də. Ay, sağ ol. Yaxşı, çoxdandır sual vermədiklərimə sual verin müəllimlər. Təzə sual verdiklərim hələ ki gözləyəcək. Yaxşı, bəs sən mənə de görüm, yoldan keçənlərdən nə isə öyrənmək zəruriyyəti yaranda necə davranırdıq? Onu deyil Əbray müəllim deyir, birinci salam verməliydik də, sonra getmək istədiyimiz ünvanı soruşmalıyıq. Ay, Sonra elə verməlikdən sonra təşəkkürümüzü eləməliydik. Ay, sol. Yol işıqların hansı işığında keçirdik? Yaşılda. Ay, sol. Bəli, yol işıqların yaşıl işığında keçirdik. Bəs yaxşı, yol keçən zaman əlimizdə olan çantadır, çətirdir. Bunu hansı əlimizdə götürürdük? İmkanı sağda götürməliydik, susulduk. Düzdür. Sağda götürürdük. Bəs yaxşı, əgər deyir, yolu keçəndə kimisə geyimində qüsur görürsən və yaxud da ki, hər hansı saç düzümündə bir qüsur görürsən, bunu yoldaşına necə bildirməlisən? Hərəkət qaydalarına riayət eləməli deyildik, amma bu göstərmək kimi də belə bir şey. Aha, yəni qaş göz hərəkətləri ilə Onu deyirəm, onu deyirəm ki, göstərmək kimi. Ay, sağ ol. Bəs yaxşı, sən mənə de görüm. Belə deyim, imzinləşmək. Ay, sağ ol. Son bir sualım sənə bu olacaq ki, dayanacaqda davranış qaydalarına nələrə aiddir? Elə bir ictimai nəqliyyat məsələn dayanacaqda gözləməlidir. Əgər orada oynamaq, qaçmaq olmaz. Sonra heç bir halda nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini baxmaq üçün dayanacaqdan kənara çıxmayın. Sonra deyir dayanacağa deyir yaxınlaşan zaman orada lazım olmayan bir marşrut hərəkət etmirsə, sakitcə kənara çəkilməli. Ay, sağ ol, bəli. Nələrə mane olmalıdır da belə. Düzdür. Səndən bu qədər könül müəllimlər. Gəlin bura kimi bir bildiklərimizi ümumiləşdirək. Biz burada nəyi öyrəndik? Öyrəndik ki, küçədə davranış və ünsiyyət qaydalarını, həmçinin dayanacaqda davranış və ünsiyyət qaydalarını. Baxın müəllimlər, bu qaydaların hər birinin tərkibini bilmək lazımdır. Məsələn, sənə desək ki, heç bir halda nəqliyyat vasitəsinin gəlib-gəlmədiyinə baxmaq üçün dayanacaqdan kənara çıxma. Sən bunu küçədə davranış götürə bilməzsən. Sən bunu ictimai nəqliyyata giriş zamanı davranış qaydası götürə bilməzsən. Və yaxud da sən bunu ictimai nəqliyyatda davranış qaydası götürə bilməzsən. Yəni, hərəsinin öz tərkib hissəsi mövcuddur. İndi gəl birinci küçədə davranış və ünsiyyət qaydaları ilə tanış olaq ki, küçədə hansı davranış və ünsiyyət qaydaları mövcud idi. Ən birinci nə edirdik? Səkinin sağı ilə hərəkət etmək lazım idi. Əlimizdəki çantanı da elə sağ tərəfimizdə, sağ əlimizdə götürmək lazım idi. Əgər küçədə qrup halında gedirdiksə, bir neçə şəxs gedirdiksə, çoxluq halında digərlərinə mane olmamaq üçün biz qruplaşmalıydıq. 2 və ya 3 şəxs olaraq qruplaşmalıydıq. Küçədə gedən zaman özümüzdən böyüklərə yol verməliydik. Məsələn, sual düşürük, küçədə gedən zaman kimlərə yol vermək lazımdır? Özümüzdən böyüklərə. Bəzən bu sualı müəllimlər çaşırlar. İctimai nəqliyyata giriş zamanı
kimə yol vermək lazımdır? Götürür ki, böyüklərə. İctimai nəqliyyata giriş zamanı böyüklərə yol vermirsən, düşənlərə yol verirsən. Amma küçədə gedəndə, dar səkidə desələr ki, kimə yol vermək lazımdır? Özümüzdən böyüklərə yol vermək lazımdır. Digər qaydalarımız isə bizə, hər birimizə tanış olan qaydalardır ki, küçədə səs-küy ilə danışmaq olmazdı, yerə zibil atmaq olmazdı, əl-qol atmağı olmazdı, yüksək səslə musiqi dinləmək olmazdı. Əgər küçədə hər hansı bir tanışımızla rast gəlirsə, birinci biz salamlaşmalıyıq və salamlaşan zaman da əgər o bizdən böyükdürsə, biz ona əl uzadaraq salamlaşmamalıyıq. Çünki bu xoş davranış deyil. Həmçinin əgər salamlaşacağımız zaman əlimizdə əlcək varsa, mütləq şəkildə əlcəyi də çıxartmalıyıq. Bəs yaxşı, birdən gedirik, yolda gedirik, kimlənsə nəsə öyrənmək zərurəti yaranır. O zaman bəs necə davranırdıq? Bu zamanda müəllimlər salam verirdik, getmək istədiyimiz ünvanı soruşurduq. Bizə edəcək köməkdən asılı olmayaraq biz ona sonunda təşəkkürümüzü bildirirdik. Yəni, o bizə kömək göstərə də bilər, biz göstərməyə də bilər. Həmçinin küçədə gedən zaman kiminsə arxasından dönüb baxmaq olmazdı. Bu nəzakətsizlikdir. Testlərə də düşə bilər ki, verilən davranışlardan hansı nəzakətsizlik hesab edilir. Birini mən deyirəm, indi növbəti nəzakətsizlik qaydalarında, növbəti davranış qaydalarının içərisində yadınıza salacağım ki, bunlardan hansı nəzakətsizlik sayılır. Baxın müəllimlər, yol gedəndə kiminsə arxasınca dönüb baxmaq nəzakətsizlikdir. Digərləri də olmaz. Sadəcə biz bunu sırf nəzakətsizlik adlandırırıq. Bəli, Fatimə, 3 ədəddir bundan. Birini dedik. Mənim get qışıldım bir üzrü səbəb Heç nə olmaz. Narahat olmayın. Deməli, dedik ki, nəzakətsizlik oldu, arxasınca dönüb baxmaq. Əgər küçədə gedən zaman baxırsan ki, kimisə geyimində, saçında qüsur var. Bu zaman nə edirsən? Yoldaşının diqqətini çəkmək istəyirsənsə, onu qarşındakı insanın bilməyəcəyi şəkildə nə edirsən? Yönəldirsən. Həmçinin nə öyrəndik burada? Öyrəndik ki, yolu işıqforun yaşıl işığında keçmək lazımdır. Sonra dayanmış nəqliyyat vasitəsinin önündən keçmək olmaz, arxasından keçmək lazımdır. Əgər çətirdən deyir istifadə edirsənsə, elə əlində tutmalısan ki, elə saxlamalısan ki, bu çətir digərlərinə toxunmasın, incitməsin. Dayanacaqda bəs gəlin görək davranış qaydasına nələr aiddir? Dayanacaq nədir? İctimai nəqliyyatın gözlənilməsi üçün, axşamınız xeyir, İctimai nəqliyyatın gözlənilməsi üçün, belə deyək də, bir məkandır. Hansı ki, sırf ictimai nəqliyyat orada gözlənilməlidir, həm təhlükəsizlik baxımından. Bəs yaxşı, gəlin görək bu dayanacaqda hansı davranış qaydaları mövcuddur. Dayanacaqda ictimai nəqliyyatı gözləyirsənsə, kənarda gözləməlisən, dayanacaqda qaçmaq, oynamaq, bir-birini itələmək olmaz. Çünki deyir, bu zaman həmin şəxs dayanacaqdan kənara çıxa bilər və yolun hərəkətli hissəsində onun üçün təhlükə yarada bilən hadisələr baş verə bilər. Dayanacaqda deyir, əgər sən hansısa bir ictimai nəqliyyatı gözləyirsənsə və o ictimai nəqliyyat gəldi, yaxınlaşdısa, deyir, sənin gözlədiyin nəqliyyat vasitəsi deyilsə, kənara çəkilməlisən. Dayanacağa yaxınlaşan deyir, ictimai nəqliyyat vasitəsi sizə lazım olan, əgər deyir, marşrut xəttidirsə, bu zaman isə sakit gözləməlisən, düşənlərə yol verib, sonra isə ictimai nəqliyyata giriş etməlisən. Müəllimlər, bura kimi hər şey aydındır. Düşürüz də bu məişət mədəniyyəti bölməsindən xeyli sual var. İndi bizim üçün danışsın kim? Raysa, nə yaxşı? Nə yaxşı, sən bizi yada saldın, hə, Raysa? Hələ, Raysa. Nə yaxşı, nə yaxşı? Buradayım, dedim sizin yada salın. Hə, gördüm. Mən buradayım, sakit dursan da buradayım. Yox, elə sən də gəl. Çoxdan da səsin çıxmır, oynamaq, su. Sizdə hamısı qarışıb bir-birinə, bütün duyğuların qarışıb. Hamısı var. Hamısı da, xanım sən də gəldin, xoş gəldin. Bu toyda axır vaxtlar bir həftədə oynayanlar çox idi. Nəhayət ki, oynayıb qutardılar və dərs yadlarına. Şükür, çox şükür, hamını yerləşdirdik, oturduk. Hə, hamını yerləşdirdik, oturduk. Sən mənə də görüm, ictimai nəqliyyata giriş zamanı hansı etiket qaydaları var? İctimai nəqliyyata girənə kimi birinci düşənlərə icazə verməliyik, kimisə itələyib keçməməliyik.
İctimai nəqliyyata giriş zamanı dediniz də, hə müəllimə? Aha. Hə, giriş kartlarından istifadə etməliyik. Sonra ana və uşaqlı ki, ana varsa ona yol göstəririk. Sonra oturmaq üçün əlillərə, uşaqlı analara, atalara, yaşlılara icazə verir, yəni birinci. Yəni hamıdan qabaq qaçıb hardasa oturmuruq. İki qapılı avtobusdursa ön qapıdan minib arxa qapıdan düşürük. Üç qapılı avtobusdursa ön qapıdan minib orta və arxa qapıdan düşürük. Sonra bunlar kiməsə mane olmamaq üçün böyük çantalar varsa onu kürəyimizə daşımırıq, harasa qoyuruq. Yəni əlimizdə tuturuq ya yerdə qoyuruq. Bunlar. Yerdə qoyursan, ictimai nəqliyyat gedəndən sonra təzədən Ayağımızın yanında qoyuruq da, mən elə deyirəm məsələn. Ayağımın üstə qoyuram da, o hiss edirəm də, yəqin ki. Aha, deməli girişdə deyirik, əgər çiynimizdə sumka varsa, onu əlimizə götürürük. Bəs yaxşı, sən mənə de görüm, ictimai nəqliyyatda boş yerlər kim üçündür? Kimə yer vermək lazımdır? Uşaqlı ana atalara, yaşlılara, əlillərə, belə. Boş oturacaqlar. Və demirəm, giriş zamanı kimə yol verirsən, deyirəm ki, boş oturacaqlar kim üçündür? Boş oturacaq hamı üçün deyirəm. Hə, tora düşdü Vüsü. Tora düşdü. Ataların nə işi var o boş oturacaqlarda? Yox, uşaqlı ata-analara, yəni fərqi yoxdur, qucağında uşaq varsa o ataya da yer verilir də. Yox, o boş oturacağı demirəm, ümumi ictimai nəqliyyat, avtobusda davranır. O giriş zamanıdır ki, ictimai nəqliyyata giriş zamanı kimə yol verirsən? Uşaqlı ata və analara, qocalara, əlillərə. Amma burada deyir, boş oturacaqlar, bəli, düz yazırsınız, müəllimlər. Uşaqlar, qocalar və əlillər üçündür. Uşaqlı ata-ana burada yoxdur. Uşaqlara, qocalara və əlillərə. Aha, yaxşı, bəs sən mənə de görüm, əgər deyir ki, məsələn, yer verməksən ictimai nəqliyyatda, bu zaman necə davranmalısan? Yəni ona nəzakətli şəkildə yeri göstərirsən, oturmaq istəmədiyin soruşursan. Boş yeri göstərib soruşursan. Aha, bəli, yəni həmin yerdə oturub-oturmadığını soruşursan. Bəs yaxşı, bu zaman hansı hərəkəti etsək, bu nəzakətsizlik sayılır? Yəni belə vuraraq çağırmaq, ya durub yer göstərirsən, sırası ki, otur. Yəni onlar nəzakətsiz sayılır, yəni yeri göstərə bilərsən ki, oturmaq istəyirsən, yox belə. Sağ ol, bəli. Yaxşı, bəs mən deyirəm ki, diqqətlə qulaq asaq müəllimlər. Deyirəm ki, Kəmalə nə edir? İctimai nəqliyyatda xoşu gələn jurnalı, olmasın qızı telefonu əsir alıb. Aha, ictimai nəqliyyatda deməli, öndə əyləşən xanımın əlində bir kitab görür, kitabdan bir neçə cümlə oxuyur və onun diqqətini cəlb edir və bu zaman o, belə deyək də, maraq ona güc gəlir ki, görək bu kitabın müəllifi kimdir? Aha, bəli, sizə vermişdim. Və ictimai nəqliyyatdan düşəndə Kəmalə həmin xanımdan soruşur ki, bəs mən sizin kitabdan bir neçə cümlə oxudum, çox bəyəndim. Həmin kitabın müəllifi haqqında mənə məlumat verə bilərsinizmi? Səncə bu situasiya ilə bağlı biz hansı düzgün Kiminsə baxmaq olmaz telefonuna, oxuduğu kitaba, jurnala baxmaq olmaz. Axı, indi cavabda bu deyir ki, yəni gözüm sürüşdə oxudum. Yəni soruşub da, soruşur ki, kimin kitabıdır? Yenə olmaz. Məncə nəzakətsizlik sayılır, yox. Olmamalıdır. Düz deyirsiniz. Olmaz, qətiyyən olmaz. Son bir sual, yekunlaşaq səndən. Deyirəm ki, ictimai nəqliyyatda hər hansı bir tanışınla rast gəlmirsən. Söhbət əsnasında necə davranmalısan? Asta səslə danışmaq lazımdır. Yəni yüksək səslə ictimai nəqliyyatda danışmaq olmaz. Yəni asta səslə söhbət edə bilərək.
Bəli, asta səslə, yəni tutaq ki, mən Ümumiyyətlə, şəxsi telefonla şəxsi məsələlər olmaz. Telefonla danışanda belə, yəni çox asta səslə, çox şəxsi söhbətləri eləmək olmaz. Ay, sağ ol. Bəli. Yəni danışsan, asta səslə danışsan belə, şəxsi söhbətlər olar. söhbətlərdən nə etmək düzgün deyil. Sizlə bu qədər Raysə qızım. Deməli, müəllimlər, bura kimi də gəlin öyrəndiklərimizi müzakirə edək. Sonra bir dənə qalır ictimai nəqliyyatdan çıxış zamanı etiket qaydası. Onu da digər müəllimlərimizlə müzakirə eləyərik. İctimai nəqliyyata giriş zamanı etiket qaydaları. Müəllimlər, deməli, ictimai nəqliyyatlar, müasir ictimai nəqliyyatdan söhbət gedir. Köhnə kitablarda belə deyil də. Artıq yeni kitablarda, yəni köhnəni yadınızdan çıxardın. Yeni kitablarda necədir, o cürünə düşür. Avtobusa qabaq qapıdan minmək, orta və ya arxa qapıdan düşmək lazımdır. 3 qapısı olan avtobuslarda deməli qabaq qapıdan minib orta və ya arxa qapıdan düşürük. Amma 2 qapılı avtobuslarda ön qapıdan minib arxa qapıdan düşmək lazımdır. Nəqliyyat vasitəsinə giriş zamanı səbirli olmaq lazımdır. Sərnişinləri itələmək olmaz. Minərkən yaşlılara, uşaqlı ata və analara, əlillərə yol vermək lazımdır. Əgər kimsə ictimai nəqliyyata minməyə kömək etmək istəyirsinizsə, bunu mütləq onun icazəsi ilə etməlisiniz. Da ictimai nəqliyyata minəndə qolundan yapışmayın ki, mən sizə kömək edirəm, yaxşılıq edirəm. Həqiqətən hər tipdə insan var, götürər o çantasını ilə təpənizə çırpar ki, yerinizdə qalarsınız. Ona görə kömək etmək istəyirsinizsə, bunu onun icazəsi ilə etməlisiniz. Deyir, etiket qaydalarına əsasən deyir, ictimai nəqliyyata girən zaman çiyninizdə deyir, əgər ağır çantanız varsa, idman çantası ola bilər, məktəbi çantası ola bilər. Bunu əlinizə götürməliyik. Sonra nə var burada? İctimai nəqliyyata deyir, son anda qapılar bağlananda minməyə çalışmayın. Yəni bu deyir, təhlükəli ola bilər sizin üçün. Çünki sən artıq qapılar bağlanana yaxın girirsən, sürücünün də diqqəti qapıda olmur. Yolun davamında olur deyə sıxılmış qapılar arasında qala bilərsən. Bəs yaxşı, gəlin görə ictimai nəqliyyatda necə davranmaq lazımdır, kimə yer vermək lazımdır. İctimai nəqliyyatın deyir, yazılmamış qanunlarına əsasən boş yerlər uşaqlar, əlillər və qocalar üçündür. Əgər sən deyir, ictimai nəqliyyatda kiməsə yer vermək istəyirsənsə, bunu deyir, boş yeri əlinlə göstərmək nəzakətsizlik sayılır. Durursan və oturuq xanım və yaxud da bəy, fərq yoxdur, kimə yer vermək istəyirsənsə, əyləşmək istəmədiklərini nə etməlisən? Soruşmalısan. İctimai nəqliyyatın salonda qaçmaq olmaz, tullanmaq olmaz, orada da yəni bir-birini itələmək olmaz. İctimai nəqliyyat hərəkətdə olan zaman tutqaçlardan, o tutacaqlardan tutmalısan ki, o deyir, tormuz zamanı bir də baxırıq ki, yoxa çıxdı. Yəni, belə hallar baş verməsin. Yəni, orada forslanmağa gərək yoxdur. İctimai nəqliyyat hərəkətdə olanda tutmaq lazımdır ki, hər hansı bir təhlükə yaranmasın. Bir də müəllimlər, gəldik, bax, 2 dənə nəzakətsizliyi artıq öyrəndik. Birinci, yol keçənlərin kiminsə arxasından dönüb baxmaq. Bu nəzakətsizlikdir. İkinci nəzakətliyimiz boş yeri kiməsə göstərməkdir. Üçüncü nəzakətsizliyimiz isə ictimai nəqliyyatda gözümüz eləyib belə baxıram. Yəni, bu da heç xoş deyil. Ümumiyyətlə, kiməsə gözünüz eləyib baxmaq, yəni heç xoş hal deyil. Həmçinin... Bəs mən birinci tutmaq istədiyim yerə baxanı necə olur? Bugün rəsmən mənim yerimi tutdu. Sən ona belə nifrətlə baxırsan yəqin ki, diqqətlə bax. Yox, dedim, bu nə deməkdir, dedim. Sunkasını qoydu qabaq bizə ya Sidenika. Özü getdi arxada mənim gözüm dikdiyim yerə oturdu. Elə baxmaq yox da, bəzən görürsünüz həqiqətən, nə bilim, yəni digərlərini narahat edəcək şəkildə. Gözlərini zilləyib baxırlar. Yəni, bu nəzakətsizlik hesab edilir. İctimai nəqliyyatdan pəncərəsindən boylanmaq, qolunu çıxartma, bunlar da təhlükəlidir. Kimsə telefondan məşğul olursa, sonra kimsə deyir, qəzet, jurnal oxuyursa, ona baxmaq olmaz, boylanmaq olmaz. Xoşun gəldi, ürəyinə daş basırsan, qətiyyən baxmırsan. Yəni, heç vaxt belə şeylər eləmirsən. İctimai nəqliyyatda deyir, hər hansı bir dostunla, tanışınla rast gəlsən, təbii ki, söhbət eləyə bilərsən. Söhbət əsasında bəzi etik qaydalar çərçivəsində söhbət eləməlisən. Asta səslə söhbət eləməlisən
və şəxsi münasibətlərdən söhbət etmək olmaz. Day demirsən ki, gəlinin belədir, o deməsin, qaynanan belədir. Belə şeylər olmaz. Bu qədər. İndi ictimai nəqliyyatda çıxış zamanı etiket qaydasını bizim üçün danışsın Aybəniz müəllimə. Aybəniz Rəhimova. Aybəniz müəllimə, eşidirsiniz bizi? Müəllimə, üzrlü sayın. Bircə dəqiqə ya 5 dəqiqə olarmı? Olar. Narahat olmayın. Çıxıram. Yaxşı. Oldu müəllimə. Yaxşı qədəs, narahat olmayın Aybəniz müəllimə. Gəlsin bizim üçün Mehriban müəllimə. Oy Mehriban müəllimə, nə nəfəs var imiş sizdə. Gəlin görək. Allah eləsin. O deyər qrup yoldaşını tapmışam, sevincimlə uçuram. Qrupa nömrəni yönəldəcəm, danışarsınız. İnşallah da yaxşı olar. Yəni sizin sözünüz olmasın, bir gün canlı yayım açaram, xoş qədəmlik eləyərəm burada. İtmiş tələbə yoldaşlarını axtaranlar. Bəlkələr qrupa axtarmağa ehtiyac yoxdur. Maşallah, gözəlin xeyli qrup yoldaşı var. Səbinədir, Dilbərdir. Mənimkilərdən deyəsən heç kim yoxdur. Səssiz. Bir neçə qrup yoldaşları var bu nədə? Hələ Sevinç müəllimə gir, maşallah. Sevinç müəllimə gir rekord qruplar. Sevinç, Xatirə. Mən oxum yüksək yoldaşımız, institut yoldaşlarında burada. Günay müəllim, nə deyəcəm, xeyir xahlıq eləmişsiniz. Hələ Sevinç müəllimənin nəinki tələbə yoldaşı, sinif yoldaşı da buradadır, Elmira müəllimə. Bəli, Elmira müəllimə. Sinif yoldaşı da buradadır. Aha. Sevinç müəllimə dərsə qoşulur. Hə, Sevinç müəllimə deyir, buradadır, oturub burada. Və mən deyə biləm yoxdur, yazmışam kardasan. Sənin yanında yoxdur. O bir kompüterdadır, o sən telefonda qalmısan bu gün. Onun vəzifəsini artırıblar mənə. Maşallah. Vəzifəsini kompüter etmək deyir. Allah güldürsün sizi. Sən bugün telefonda qalmısan. Ülker müəllimə də buradadır mı? Müəllimə artıq çıxdım, buyura bilərsən. Müəllimə, Ülker də yoxdur, onu da tapa bilmirəm. Hə, Ülker müəllimə yoxdur. Aha, yaxşı. Aybəniz müəllimə, Mehriban müəllimə sual cavab eləyim. Yaxşı, olar. Aha. Mehriban müəllimə, ictimai nəqliyyatdan çıxış zamanı etiket qaydasına nələr aiddir? Aha, deyir. Əvvəlcə dayanacağa elə bil ki, nəqliyyatla da çatdığımız dayanacağa çatmamışdan əvvəl öz yerimizi almalıyıq, başqalarını itələməməliyik. Bizdən qabaq kimlərsə varsa onlardan soruşmalıyıq ki, düşəcəksiniz, düşməyəcəksiniz. Yəni, üzr istəyib irəli keçirik. Bir də deyir, düşdüyümüz dayanacaqda ancaq piyada keçidindən keçməliyik də, svetfordan, piyada zolağından istifadə etməliyik. Ay, sağ ol, bəli. Bəs yaxşı, sən mənə də görüm, ailənin xərcləri hansı hissələrə bölünür? 2 qrupa bölünür. Daimi bir də dəyişən. Daimi xərclərə, yəni gündəlik də dəyişməyən xərclərdir. Dəyişən xərclərdə, yəni dövrüdür, mövsümüdür, gözlənməyən xəstələrdir, toydur, nişandır, hüzürdür, belə şeylər. Bunlar da dəyişən xərclərdir. Dəyişən xərclərin özü də 2 yerə bölünür yenə. Yəni dövrü, mövsümü. Ay, sağ ol. Bəs yaxşı, sən mənə də görüm, bəs bu xərclərin tərkib hissəsinə nələrə aiddir? Tərkib hissəsinə? Başa düşmədən sualı necə yəni? Məsələn, dövrü xərcləri nələrə aiddir? Mövsüm xərcləri nələrə aiddir? Dövrü xərclərə yəni məsələn mebellərimizdir, geyimlərimizdir, yeni nəysə alınma, mənzillərin təmiridir. Bunlar dövrü xərclərə aiddir. Mövsüm xərcləri isə meyvələrdir, tərəvəzlərdir, sonra gübrələrdir, nə bilim ağacların alınmasıdır. Bunlardır. Gözlənməyən xərclərdəki yenə bayaq dediyim kimi xəstələrdir, nə bilim qonaq getməyimizdir, toydur, nişandır. Bunlar da gözlənməyən xərcdir ki, qəflətən peyda olur. Ay, sağ ol, bəli. Düzdür. Bəs yaxşı, sən mənə də görüm, ailə büdcəsinin müəyyən bir hissəsini təşkil edən ödənişimiz hansı idi? Enerjiyə görə ödəmələr. Ay, sağ ol. Bəs enerjiyə görə ödəməliyik, müəyyən bir hissəsi, az bir hissəsi. Müəyyən bir hissəsi. Su, Ay, sağ ol. internet, Su.
Su. Müəyyən bir hissəsi su. Niyə hamısını Hə, sayırsan bu- axı sən? Su. Yox, bu testdə də işləmişəm. O suyu yadımdan çıxdı. Aha, bəs yaxşı əzizim, siz mənə deyin görüm. Suya görə ödəniş. Nə deyəsiz? Deyəsiz ki, onun mənzilə çatdırılması üsulundan asılı olaraq qiymət dəyişir. Söhbət nədən gedir? Qaza görə. Ay, sağ ol, bəli bu. Qaza görə ödəniş idi. Bəs yaxşı, hamı tərəfindən eyni tariflə ödəniləndə denən sizlə yekunlaşaq. İnternet. Ay, İşıq. sağ ol. Nə? Enerji. Yox, internet. Ha, sure. Ay, sağ ol, internet. İşıq bura aid deyil. Hə, internet. Buyur Əlvanə qızım. Mənim yadımda səhv qalmasın da, dəyişən xərclərə şey demədi, mütəmadi gözlənilməz əvəzinə müəllimə dövrü mövsümü dedi. Hə, Dövrü mövsümü mütəmadi növlərdir. Qoy mənim yadımda səhv ay, qalmasın. sağ ol, bəli, bəli. Deməli deyir ki, düz dediniz Mehriban müəllimə, səhv demədiniz. Yəni dövrü mövsümü deyir, yəni mütəmadinin tərkib hissəsidir. Qızlar, Ülkər müəllimə burdadır, amma niyə səsini çıxartmadı bilmirəm. Sizi axtarırdılar Ülkər müəllimə, tələbə yoldaşlarınız. Darıxıblar sizdən ötürü. Deyir dərsdə yox. Səsin gəlmir Zeynəb. Aha, deməli hamı tərəfindən eyni tariflə ödənilən internetdir. Düzdür. İnternet. Bəli. Bəs orada kabel, televiziyanın səhv eləmirəmsə telefon da olmalıydı. Hamısı eyni şeydir. Yəni onu demək istəyir. Kabel Hə, televizyon. siz ümumi başlıq altında deyirsiniz. Aha. Aha. Yaxşı, keçdik kimə? Keçdik Aybəniz müəlliməyə, sonra ümumiləşdirəcəyik. Siz də sağ olun. Aybəniz müəllimə, əzizim. Axşamın xeyir. Axşamınız xeyir, çox sağ olun. Deməli, Aybəniz müəllimə, siz mənə deyin görüm, enerjiyə görə ödəməyə qənaət etmənin üsulları hansılardır? Deməli müəllimə, enerjiyə görə qənaət etmənin bir neçə üsulu var. Onlardan biri deməli o evdə yaraşdırdığımız hansı ki mebellər olur. Deyir onları isti verən yerlərdə, yəni belə xırdalayım ki, ataplenyaların zadın yanında, yəni qoymaq olmaz ki, onlar istinin qarşısını kəsməsin. Ay, Bir də qapı pəncərələri elə materialdan hazırlamaq lazımdır ki, yəni istini kənara verməsin də, bax belə sadə dildə desək. Aha, bəli, mebelləri orada quraşdırmaq olmazdı. Açıq saxlamaq lazım idi, düzdürmü isti götürücülərini? Bəli, bəli. Bir də ki, qapı pəncərəsini deyir, isti götürücülüyü az olan materialdan hazırlamaq lazım idi. Bəs yaxşı, mən sənə desəydim ki, ailənin xərcləri hansı hissələrə bölünür? Deməli müəllimə, ailənin xərcləri məncə üç hissəyə bölünür. Deməli, ailənin xərcləri, çaşdım ay müəllimə, qida ilə qatdım. Ailənin xərcləri iki hissəyə bölünür. Daimi xərclər var, bir də dəyişən xərclərimiz var. Daimi xərclərimiz adından məlum olduğu kimi daimi xərcdir. Bunu məsəl xırdalamağa ehtiyac yoxdur. Yox. Səhv deyirsən. Aybəniz müəllimə, səhv deyirsiniz. Baxın, siz dediyiniz ailənin xərcləri hansı qruplara bölünürdü? Daimi dəyişən. Mən deyirəm ki, ailənin xərcləri hansı hissələrə bölünür? Hansı hissələrə? Bunlar deyil ki, müəllimə, mövsümü gözlənilməyən. Xeyr. Hansı hissə? İnci müəllimə deyin görək. Dövrü və mövsümü xərclər. Xeyr, İnci müəllimə deyin. Güney, bugün sənə sual verəcəm əzizim. İnci müəllimə deyin. Müəllimə, mən deyim, şəxsi xərclərdə vergilər və digər məbləğlər. Şəxsi ödəmələr, bir də digər mütəmadi xərclər. Mütləq Səsi aça bilmirdim, ona görə. Heç nə olmaz, hər şeylə müəllimə ilə birlikdə cavab vermirsiniz. Deməli, şəxsi xərclər, vergilər və digər mütləq ödəmələr. Bəli, müəllimlər, aferin sizə. Hamınız düz dediniz. İnci müəllimə, bəs bunlara nələr aid idi? Ailənin mütləq ödəməli olduğu xərclərə onu da deyin. Mütləq ödəməli olan xərclər, kooperativ ödəmələr, bank kreditləri, kommunal xidmətlər ödənişi, sonra mənzil, istilik da belə şeylər. Ay, sağ ol. Bəli. Yadınıza düşdü Aybəniz müəllimə? Müəllimə, bəli, mən o yuxarıda verilənlərlə
qarışdırdım. Aha. Ailənin xərcləri bəli. 5 yaxşı. Hissəyə bölünür. Ay, Deməli, sağ ol. şəxsi xərclər, vergilər və digər mütləq ödəmələr. Ayso, 5 yaşa bənzəməmək. Siz mənə deyin, görüm. İnsanın əsas ehtiyacı, sağlamlığı, iş qabiliyyətinin, uzun ömürlüyün təməlidir. Qidadır müəllimə bu. Qida. Ay, sağ ol. 5 yaxşı deyir ki, rasional nə deməkdir? Müəllimə, rasional, yəni düşünülmüş mənasını verir. Ay, sağ ol. Bəli, düşünülmüş qidalanmadır. Deyirəm ki, qidalanmaya ayrılmış xərclər ailə büdcəsinin neçə faizini əhatə etdi? 50%. Ay, sağ ol, bəli. 5 yaxşı gün ərzində yediyimiz qida orqanizmamıza olan enerji tələbatının səhər, axşam və günorta neçə faizini ödəyir? Müəllimə, səhər 25-30%-ni, günorta 50%-ni, axşam isə 20-25%-ni təşkil edir. Ay, sağ ol, bəli. Düzdür, tamamilə doğrudur. Son bir sual verəcəm, sizlə yekunlaşacağıq. Siz mənə deyin görüm, gün ərzində həkimlər neçə dəfə qida qəbulunun normal və səmərəli olduğunu düşünürlər? 3-4 dəfə müəllimə. Ay, sağ ol, bəli, 3-4 dəfə səmərəli olduğunu düşünürlər. Sizlə də bu qədər. İndi müəllimlər, gəlin bura kimi bir dənə ümumiləşdirək, sonra keçək Sevinç Məmmədovaya. Müəllimlər, bu dərs vacib dərslərdəndir, çünki xərclərimiz demək olar ki, imtahandan ayrılmaz bir hissəsidir və aşağı siniflərdə də zaten biz bunlar haqqında öyrənmişdik. Olar sadəcə ver sualını, sonra izah eləyərəm. Müəllimə, bir gəlin məsələsidir və 6 sinifdə biz qida məhsullarının alınmasına Gəlirəm. Aha, deməli, ailənin xərcləri 2 əsas qrupa bölünür. Baxın, deyirəm ki, ailənin xərcləri neçə qrupa bölündü? 2 əsas qrupa. Daimi xərclər, dəyişən xərclər. Daimi xərclər müəyyən vaxt ərzində dəyişməyən xərclərdir. Yəni, biz bunları daimi olaraq xərclədiyimiz vəsaitlərdir ki, hansı ki, qidalanmaya ayrılanmış xərclər. Bir gün yemək yeməsək dura bilərikmi? Təbii ki, xeyr. Kommunal xərclərdir, daimi olan xərclərdir, dövrü mətbuat xərclərdir. Bunlar daimi xərclərdir. Növbəti xərcimiz isə dəyişən xərclərdir. Dəyişən xərclər özləri 2 yerə bölünür. Mütəmadi və gözlənilməz. Mütəmadi özü də 2 yerə bölünür. Dövrü və mövsümi. Amma müəllimlər, istər mütəmadi olsun, istər dövrüm olsun, istər mövsüm olsun, istər gözlənilməz olsun. Hər biri, yəni dəyişən xərclərin tərkibi hissəsidir. Yaxşı mı? Haycan. Heç nə olmaz, qaqan örtər. Örtər qaqan, heç nə olmaz. Heç nə olmaz, qaqan örtər. Aha, deməli nə oldu? Dəyişən xərclər 2 cür oldu. 2 yerə bölündü. Mütəmadi, gözlənilməz. Mütəmadi özü də bölündü. Dövrü mövsümiyə bölündü. Gəlin görək, bəs bu xərclərə nələr aiddir? Dövrü xərclər istismar müddəti qurtarmış əşyaların, mebellərin, geyimlərin, məişət texnikalarının alınmasıdır ki, bu yəni müəyyən zaman dövr etdikcə olan xərclərdir. Biz gündə evimizə tutaq ki, soyuducu almırıq ki, gündə evimizə mebel almırıq ki, dövrdə, müəyyən bir dövr gələndən sonra alırıq. Ona görə bunlara nə dedik? Dövrü xərclər oldu. Mövsümi xərclər nədir? Mövsümi xərclər imtahana düşmüş xərclərdir. Müəyyən mövsümi işlərlə bağlı xərclərdir. Məsələn, yayda biz xanımlar əsasən də nə edir? Müxtəlif meyvələr alır, qışa tədarük görür və yaxud da ki, yaz gəldi, kənd yerində ağac alıb əkirlər, torpağı gübrələyirlər, müxtəlif iştilləri alıb əkirlər. Bunlar hər biri nədir? Mövsümlə bağlı xərclərdir. Bəs yaxşı, gözlənilməyən xərcə nələr aiddir? Gözlənilməyən xərcə Allah uzaq eləsin, yəni baş verə biləcək qəfil xəstəlikdir, qəfil qəzadır, toydur, nişandır. Bu cür xərclər gözlənilməyən xərclərə aiddir. Baxın müəllimlər, bu danışdığımız nə idi? Ailənin xərclərinin 2 qrupa bölünməsi idi. İndi mən sizə deyirəm ki, ailənin xərcləri hansı hissələrə bölünür? 2 hissəyə bölünür. Bunlar şəxsi xərclər, vergilər və digər mütləq ödəmələr. Ailənin mütləq ödəməli olduğu xərclərə bank kreditləridir, kommunal xərclərdir, cəmiyyət kooperativ təşkilatlardır, pullu dərnəklərdir, təhsil haqqıdır, nəqliyyatdır. Deməli, müəllimlər, bunlar nə idi?
hər biri ailənin mütləq ödəməli olduğu xərclər idi. Baxın, heç əzbərləməyə gərək yoxdur bunları, müəllimlər. Siz düşünün ki, sizə variantlar verilsə, sən bunun hansını mütləq ödəməlisən? Teatra tutaq ki, getmək verib. Ürəyin istəsə gedəsən, ürəyin istəməsə getməyəsən, düzdürmü? Məsələn, restoranda yemək yemək. Ürəyin istəsə yeyəsən, ürəyin istəməsə yeməyəsən. Amma sənə desə ki, bank pulu. Görsən, bankın vaxtı çatanda cəb yaxandan diriyib pulunu alarlar. Və yaxud da ki, təhsil haqqı. Pullu bir dərnəkdir, təhsil haqqıdır. Ödəməsən, təbii ki, bunu məcbur ödəməlisən. Yəni, mənim keyfim istəsə ödəyim, eləyim, keyfim istəməsə eləməyim. Belə bir şey yoxdur. Bunu sadəcə başa düşün, əzbərləməyin heç birini. Elə şeylər var, əzbərləməliyik, amma bunlar başa düşüləsidir. Gəlin görək, enerjiyə görə ödəmə nə idi və buna görə biz öz mənzilimizdə enerjiyə görə qənaət etməyin yolları hansıları idi? Məişətdə istilik enerjisi, mənzillərin isidilməsi və digər işlərin yerinə yetirilməsi üçün istifadə edilirdi. Məişətdə istilik enerjisinə qənaət etməyin bir neçə qaydası var idi. Bu qaydalardan biri istilik ötürücülərini açıq saxlamaq idi. İstilik ötürücülərinin yanında isti havanın dövr etməsinə mane olmaması üçün mebelləri quraşdırmaq olmazdı. Həmçinin istilik keçiriciliyi az olan dövrü mətbuat xərcləri o daimidir. Dövrü mətbuat xərcləri daimidir. Bilmirəm, kitabda yazıblar o daimi xərclərin içində yoxsa yox. Hardasa var idi dövrü mətbuat xərcləri. Deməli, istiliyə görə dediyi ödəniş qənaət etməkdən bir üsulu da hansı oldu? İstilik keçiriciliyi az olan qapı və pəncərələrdən istifadə etməkdir. Bəzən testlərdə çaşdırmaq üçün verirlər. İstilik keçiriciliyi çox olan material. Xeyr, çox yox. Az olan material. Bunlara da biz siz nəyi nümunə göstərəlim? Plastik, müasir plastik qapı və pəncərələri. Yaxşı. Deməli, bir də var idi qaza görə ödəniş. Bəs yaxşı, qaza görə ödəniş nə idi, müəllimlər? Qaza görə ödəniş ilk növbədə onu bilək ki, mənzilə çatdırılma üsulundan asılı olaraq dəyişilirdi. Ya balonlarla gətirilirdi və yaxud da ki, qaz ötürücü borularla. Balonlar bildiyimiz kimi bəzi yerlər var ki, orada mavi yanacaq yoxdur, mavi qaz yoxdur və ona görə də nədən istifadə edir? Balon qazı. Əminəm ki, hər biriniz görmüsünüz. Ondan istifadə edirlər. Onun xərcini çəkirlər. Amma digərlərində isə qaz ötürücü borularla gələndə ona görə dəyişə bilirlər. Bir də qaza görə ödəniş nədən asılı ola bilər müəllimlər desə, mənzilin sahəsindən asılıdır. Təbii ki, kiçik mənzillərdə bu ödəniş nisbətən az olacaq, böyük mənzillərdə isə təbii ki, çox olacaq. Suya görə ödəniş isə büdcənin müəyyən bir hissəsini təşkil edir. Yəni, az bir hissəsini təşkil edir. Deyir, yəni biz buna da qənaət etməklə yaxşı, indi gəlin sizə bax, sizə belə qoyum danışım da, belə qoyum danışım, belə olanda yaxşı oluram. Yaxşı, sizə də baxıram, dayanın, gözlüm gün buna hara qoyum mən. Mən yazıq buna hara qoyum ki, sizi də görüm. Düymələri qurdalayıb, qatışdıracam burada. Xumar deyəsən bura gəldi, hə? Xumar bura gəldin? Günahlar bu tərəfdən adamın başı fırlanır. Elə bir yan pörtü olursunuz. Həqiqətən adam bitər olur. İndi gəldim, baxıram, bunlara da baxıram. Day, telefonu qoymuşam. Aha, telefonu qoydum bura, day, bunlara da baxıram. Yaxşıdır belə? Hə? Sizə baxıram, yaxşıdır? Hə, всё. Bundan sonra belə qoyub baxacam. Aha, ölməyin sizi. Deməli, nə dedik? Dedik ki, büdcənin müəyyən bir hissəsini suya görə ödəniş təşkil edirdi. Bir də var idi, hamı tərəfindən eyni tariflə ödənilən telefonu idi, kabel televiziyası idi, təşəkkürlər Şəbnəm. İnternetə görə ödəmə idi ki, bunu hamı eyni tariflə ödəyirdi. Müəllimlər də burada çaşırlar. Deyirlər ki, müəllimə, niyə deyir, qaza görə biz deyir, eyni ödəniş demirik, suya görə eyni ödəniş demirik, internetə görə eyni ödəniş deyirik. Baxın, burada nə qədər müəllim var, düzdürmü? Hansınızdan soruşsam ki, internetin ayda nə qədər pul verirsiniz? Hamı deyəcək, tutaq ki, nə bilim, 25 manat. Amma mən desəm ki, qaza nə qədər pulu verirsiniz? Biri deyəcək 200 manat, biri deyəcək 90 manat, biri deyəcək 30 manat, biri deyəcək ümumiyyətlə bizdə qaz yoxdur, odun yandırıram. Görürsən, fərqli-fərqli rəqəmlər eşidəcəyik.
Müəllimə, onların tarifləri var ona görə. Tarifi olanların hamısına, yəni Aha, bəli. Yəni qaz sahəsinə görə də bayaq dediyiniz ev sahəsi, evin sahəsinə görə. Bəli, yəni qaz bunu ona görə fərqləndiririk ki, yenə deyirəm, buradan hansımızdan sorursaq, qaza görə nə qədər ödəniş veririk, hərə bir fərqli, suya görə hərə bir fərqli. Amma internetə görə desəydik, hamımız eyni. Dərsdəyimi? İkisində də var. Aha, bəs yaxşı, gəlin görək müəllimlər, qida nədir? Qida insanın əsas ehtiyacı, sağlamlığının, iş qabiliyyətinin və uzun ömürlüyünün təməlidir. Yəni insan sağlam yaşamaq istəyirsə, nə etməlidir? Təbii ki, düzgün qidalanmalıdır. Rasional şəkildə, düşünülmüş şəkildə qidalanmalıdır. Düzgün olmayan qidalanma nə edəcək? Müxtəlif xəstəliklərə səbəb ola biləcək. Bəs yaxşı, gün ərzində həkimlər deyir, neçə dəfə qidalanmanın normal olduğunu bizlərə vurğulayırlar. Gün ərzində həkimlər deyir ki, 3-4 dəfə yeyə bilərsən və yediyimiz qida yediyimiz qida gün ərzində orqanizmamıza olan enerji tələbatının 25-30%-ını bəli, daimidir. Enerji xərcinin 25-30%-ını, günorta 50%-ını, axşam isə 20-25%-ını ödəyirdi. İndi gəldik müəllimləri çaşdıran məqama. Qidalanmaya ayrılan xərclər, burada öyrənirik ki, ailə büdcəsinin 50%-ni təşkil edir, düzdürmü? Amma 6-cı sinifdən öyrənmişdik. Qida məhsullarının alınmasına ayrılmış xərclər 40%-dir. Baxın müəllimlər, orada almaq deyirik. Almaq. Yəni bu maaşı almışam 1000 manat. Bunun 40%-ını getmişəm ərzaq. Mən əvvəl-axırında almışam. Amma burada nə deyirəm? Almışam 1000 manat. Yarısını 500 manatını ayırmışam ki, bu bizim ərzağımıza ayrılan xərcdir. Amma hələ xərcləməmişəm. Eləcə ayırmışam ki, bu qidadı qalanlarında bölüşdürərəm. Başa düşdünüz? Alınması desə 40%. Amma bizə desə ki, ayrılan xərc, ayrılan vəsait bu da 50%-dir. Və bunu belə yadınızda saxlayın. Başa düşdün? Bəli, Günay müəllimə, bəli, başa düşdüm. Səadət, üzr say, adını unutdum bir anda. Heç olmaz, başa düşdüm. Deməli, dəqiq başa düşdün? Hə, alınması və dediniz ayrılması. Alınması olanda neçə faiz olacaq? Alınması olarsa müəllimə, burada 40%-dir. Ayrılması isə 50%-dir. Ay, sağ ol, belə əzizim. Düzdür. Vəsiyo müəllimlər, bura kimin nə sualı varsa əlini qaldırsın, izah edeyim. Yoxdur ki. Vəsiyo. O zaman keçək Sevinç Məmmədovaya. Sevinç, gəlirsən qızım? Mən zəhmət olmasa ayrılmanla alınmanın faizlərini bilən deyə yadımdan çıxdı. Aha, alınması desə 40%, ayrılması desə 50%. Aha, siz də sağ ol. Sevinç qızım, sən mənə de görüm, qidalanma mədəniyyəti nədir? Qidalanma mədəniyyəti deməli, qidanın rasional tarazlığı, sonra tarazlığı hesablanması, bir də ki, müxtəlifliyidir. Yox, səhv deyirsən. Qidalanma mədəniyyəti, səhv deyirəm. Müəllim, orada müxtəlifliyi var, qidanın müxtəlifliyi var. Müxtəlifliyi, rasional tarazlığı hesablanması. Ay, sağ ol, bəli, indi düzəltdin. Sən keyfiyyət göstəricilərindən bayaq qarışdırmışdın. Deməli, qidalanma mədəniyyəti dedikdə nə başa düşüldü? Qidanın müxtəlifliyi, rasion tarazlığı, qida məhsulları hesablanmalar. Bəs yaxşı, sən mənə de görüm, qidalanma xərcləri nədən asılıdır? Yəni, onun kalorisindən, sonra həcmindən asılıdır müəllimə. Ay, sağ ol, bəli, qidalanma xərcləri həcmindən, kalorisindən, bir dənə də orada var idi ki, qidanın qəbul edilmə vaxtından. Aha, bəs yaxşı, qidada müəyyən tələblər dedikdə nə nəzərdə tutulurdu? Müəyyən tələblər deyəndə müəllimə ümumla yadımda saxlamışam. Müxtəliflik, müntəzəmlik, sonra nə idi orada? Müxtəlif müntəzəmlik, bir dəqiqə, iki dənə şey var idi. Lazım miqdar.
Hə, miqdar və neydi o? Keyfiyyət. Hə, Bir də keyfiyyət. 3 dənə m var orada. Bəli, deməli, müxtəliflik, müntəzəmlik, lazım miqdar və keyfiyyət. Bəs yaxşı, ailənin qidalanma rejiminə təsir edən amillər hansılardır? Təsir edən amillər müəllimə onu bilmədim. Nəyi nəzərdə tutursunuz, onu bilmədim. Bax, sənin qidalanma, gündəlik sənin, mənim və yaxud da ki, başqa bu qrupda olan müəllimlərin gündəlik yediyimiz ərzaq nədən asılıdır? Onun mövcudluğundan, müəllimə, onu demək istəyirəm. Sonra mətbəx ənənəsindən. Ay, sağ ol. Sonra bir dənə də nəsə var idi. Bir dənə yox, 2 dənə də nəsə var idi. Əlimə bax. Maddi Ay, sağ ol. Bəli, pul vəsaitlərin, yəni ailənin maddi təminatından, qida məhsullarının mövcudluğundan, milli mətbəx ənənələrindən və bir də qidalanma mədəniyyətinin səviyyəsindən asılıdır. Bəs yaxşı, sən mənə de görüm, ərzaqların keyfiyyətli olması və sərfəli qiymətə alınmasıdır. Deməli deyir ki, orada belə ümumiləşdirmə eləyir ki, deyir, hər gördüyünüzdə, yəni qaçmada, yəni ki, deyilə bilər ki, məsələn üçün, puluna görə keyfiyyətlidir, amma o düzgün fikir deyil. Amma ki, belə deyim də, o qidada olan kaloridir, filandır, bunlarla ölçülür, yəni. Sonra parlaq deyir, qablaşdırmaya aldanmayın, keyfiyyətli məhsullar yəni alın. Sonra deyir ki, evdən çıxanda cədvəl tutun özünüzə, yəni ki, belə deyim də, bir var ki, cədvəl formasında tərtib eləyəsən, gedəsən, bildirsən ki, nəyi alıram, bir var ki, boş-boşuna gedib orada həm oradakılar incidəsən, həm də ki, necə deyim, öz vaxtı itirəsən. Sonra orada nə var idi, mən belə ümumi orada belə bir şey yoxdur. Düzdür. Hamısını da düz dedim. Bir də xərclər kitabını deyir hazırlamalısan ki, nə qədər xərc ayırdığını biləsən. Bir də deyir ki, mağazaya falan ac getmə, hər gördüyü də qaçın. Ay, hamın aldığını almağa da tələsmə. Belə, al-əlvan sonra material qablaşdırmalara üstünlük vermə. Yaxşı, sənlə bu qədər Sevinç qızım. Bir dənə bu hissəni ümumiləşdirək, arxada biraz hissə qalır. Onu da xanımla müzakirə edərik. Mən nə vaxtdan deyirəm. Ya sual cavab, ya test. Yaxşı, gələn. Allah sizə kömək olsun. O qədər test atıram qrupa. Gedin yazın da. Gerək burada 5 dənə test oxumaqla nə qarasınız? Heç mən yazıram. Nə testdə varam, nə sual cavabda. Yox, sizə test oxutdum o gün. Sevinç müəllimə oxutmadım. Yox, mən oxutmamışam gecə. Yox, mən oxutmuyorsun. Sizlə gedir, xoş olur, mən ləzzət edirəm. Sevinç, mən qız uşağı, eşmə gör məndən səs çıxır. Yox, bilirəm. Ülker müəllimə həqiqətən bircə dəfə sual cavab olun. Ülker müəllimə, bugün siz də sual cavab olunasınız. Çox sağ olun, müəllimə. O eləməsəniz də olar, canınız sağ olsun. Eşidirəm, məbəs eləyir. Can, sağ olun, var olasınız. Həqiqətən mənim qrupum maşallah anlayışlıdır. Hicrangilin qrupu, siz sakit durun. Bütün gün, 6-cı gün ancaq sizə məxsusam, mən. Ancaq sizlə danışıram. Gözünüz doysun, day bəsdir. Burada da qruplaşma var. Yox, onları elə bil 6-cı gün əlavə dərs keçirəm də. Onlar proqramı bitirməyən qruplarımda. Onların qrupu olduğu kimi durur. Həm yanvar qrupum, həm fevral qrupum. Onlar bütün 6-cı gün 2 saat ancaq onların qrupundanam təkcənə. Orada da keçdiyimiz dərslər. Mən bir dənə soruşum sizdən çıxım. Yəni çıxım dedim, bağlayım deyərəm. Sabahlar dərsiniz həmin vaxt yenə də var da, düzdür mənim? Var, getmədim. Aha. Deməli müəllimlər, gəlin bura kimi də bir dənə öyrəndiklərimizi ümumiləşdirək, çünki müəllimlərin çox qarışdırdığı hissələrdir. Baxın, dedik ki, qidalanma xərcləri nədən asılı oldu müəllimlər? Qidalanma xərcləri.
qidanın qəbul edilmə vaxtından, tərkibindən, həcmindən, kalorisindən asılı oldu. Bu nə oldu? Qidalanma xərcləri. Bəs yaxşı, hər bir ailənin qidalanma rejiminə təsir edən amillər hansılar oldu? Müəllimlər, baxın, bunu da yenə də əzbərləməyə gərək yoxdur. Məntiqlə yadımızda saxlaya bilərik. Qidalanma rejiminə təsir edən amillər. Siz gündəlik istifadə etdiyiniz qidanın nəyə uyğun alırsınız? Ən birinci cibinizə uyğun. Gücünüz nəyə çatır? Onu. Düzdürmü? Deməli, nə oldu? Ən birinci ailənin maddi təminatı. İkincisi, qida məhsullarının mövcudluğu. Məsələn, elə yer var ki, şəhər yeridir, böyük marketlərdir, ürəyin istəyir, gedirsən, nəsə alırsan. Elə də adam var, qalıb yazıq, nə bilim, hər hansı bir kətdə, qoşulub tutaq ki, bir xəstədir, müalicə metoduna həkim deyir ki, gündəlik bunları qidalanmalısan, gəl yazıq, sən get kətdə avokado tap. Nə bilim, kətdə sən gündə, nə bilim, kəvər tap, nə bilim, filan şeyi tap. Yəni, nə olsa da fərqi yoxdur. Elə belə nümunə gətirirəm ki, biləsiniz. Deməli, qida məhsullarının mövcudluğu. Yazıq gedib nə tapacaq, onu da alıb yeyəcək, düzdürmü? Milli mətbəx ənənələri. Elə biz öz dərsliyimizdə müxtəlif bölgələrə məxsus milli mətbəx ənənələrini öyrənirik. Məsələn, öyrənmişik ki, Şəki Zaqatala Balakən bölgəsinə məxsus maxaradır. Sonra müxtəlif yeməklərimiz var ki, məsələn, Talış bölgəsinə məxsus ləvəngidir. Onu gəlib sən gündəlik Gəncəlilərin evində ləvəngi tapa bilməzsən. Gəncənin doyğası. Bəli, Gəncədə də doyğaymış məşhur. Aha. Ay müəllimə, bu dəqiqə Azərbaycanın bütün bölgələrində ləvəngi yeyilir. Biz yeməmişik. Müəllimə gələk biz tərəfə. İnşallah, inşallah. Aha, deməli, nə oldu müəllimlər? Hara kimi öyrəndik? Öyrəndik ki, nə öyrəndik? Ailənin maddi təminatından, qida məhsullarının mövcudluğundan, milli mətbəx ənənələrindən və qidalanma mədəniyyətinin səviyyəsindən asılı idi. Bəs yaxşı müəllimlər, qidada müəyyən tələblər dedikdə nə nəzərdə tutulurdu? Qidada müəyyən tələblər dedikdə müxtəliflik, yəni qidanın müxtəlifliyi, müntəzəmlik, yəni davamlı olaraq qəbul edilməsi, lazımı miqdar, yəni lazımı miqdarda onun qəbul edilməsi, müxtəliflik, müntəzəmlik, lazımı miqdar və bir də keyfiyyətindən asılı idi. Bəs yaxşı, gəlin görək müəllimlər, ev təsərrüfatının rasional aparılması nə deməkdir? Ev təsərrüfatının rasional aparılması, ərzaqların keyfiyyətli olması və sərfəli qiymətə alınması deməkdir. Burada da bizə bazarlıq edən zaman ümumiyyətlə ev iqtisadiyyatımıza dəstək olması üçün müəyyən qaydalar veriblər ki, bu qaydaları da biz riayət etməliyik. Hansı qaydalar idi bu qaydalar? Təbii ki, bazarlıq edən zaman deyir, ac getmirsən, al-əlvan qablaşdırmaya aldanmırsan, hamını aldığını almaq eşqinə düşmürsən, lazım oldu, olmadı, hər şeyi almırsan. Düzdürmü? Bunlar nə idi? Ev təsərrüfatının rasional aparılması zamanı lazım olan, belə deyək də, qaydaları idi. Və bir də bahalı ərzağı, biz deyə bilmərik ki, hər bahalı ərzaq çox keyfiyyətlidir, çox qidalıdır. Elə belə götürək, uşaqların sevdiyi cipslər var, müəllimlər. Baxırsınız, parlaq əlvan qutuda, bayağı da bir bahalıdır. Amma biz onunla eyni ölçüdə, eyni, belə deyək də, ondan elə qat-qat ucuz qiymətə daha qida dəyəri üstün olan nə ala bilərik? Ərzaq ala bilərik. Yəni, bir ərzağın bahalı olması, əlvan qablaşdırması olması, onun keyfiyyətli olması demək deyil. Və bir də müxtəlif ərzaq məhsullarına orta hesabla nə qədər pul xərclədiyimizi bilmək üçün ev xərcləri kitabı kitabını tutmalıyıq. Bura kimin sualı var? Əlləri salın. Həmənlə, bura kimin sualı var? Yoxdur? Əla. O zaman keçək xanıma. Xanım, gəl qızım. Xanım, çıx təzdən. Müəllimə, üzr istəyirəm, bir dənə sual. Deyir ki, müəyyən tələblik dedikdə müntəzəmlik,
müxtəliflik, lazımi miqdar və keyfiyyət. Budurmu? Aha, bəli, tələblərimiz var. Qidaya ayrılan tələblərimiz var idi ki, müxtəliflik, müntəzəmlik, lazım miqdar və bir də keyfiyyət. Keyfiyyət nəzərdə tutulur. Ay, sağ ol. Aha, yaxşı. Bay Xumar buradaymış. Mən də elə biləm bu qrupa bayaq çıxdı, gəldi. Dedim Xumar gəldi bu qrupa. Buradaymış Xumar, ölmə səni. Telefondaymış bu da. Aha, kimdəydi sıra? Xanımda. Xanım gəldin qızım? Bəli. Aha, xanım, sən mənə de görüm, nə deyəsən? Deyəsən ki, məşhur sual gələcək. Məşhur sual. Mənlər kitabda axtarmayın. Bunu əvvəldən uşaqlarıma demişəm, görün biləcəklərmi? Deyirəm ki, hər bir ailə qidalanma xərclərini planlaşdıran zaman nələri nəzərə almalıdır? Aha, Səma. Deməli, müəllim burada Bir sıx tutmalıdır müəllimə birinci. burada qidanın tərkibində olan müəllim yağların, zülalların, karbohidratların miqdarı müəyyən edilir. Xeyr. Rasionallığını müəllimə, bax deməli rasionallığını nəzərə. Xeyr. Müəllimə, o ailənin ayrı üzvləri istəklərini görürdü ki, Sualı verər qızım. Görək, bir dənə xanım müəllimə görək nə fikirləşir. Və deyirəm ki, hər bir ailə qidalanma xərclərini planlaşdıran zaman nələri nəzərə almalıdır? Heç kim, xanım bilməsə Xədicə deyəcək. Xədicə Əhədova. Ayda bugün sənə də sual verəcəm. Xədicə Əhədova deyirsən qızım? Büdcəni yaxşı planlaşdırılması. Mən deyim, De. Bu zaman ailənin tərkib hissələrini, onun elə bir ki, ayrı-ayrı üzvlərin enerji tələbatlarını müəyyən etməli, aylıq, illik, günlük və ev təsərrüfatında da bu şəraiti biz yarada bilərik, onu planlaşdırmalıyıq. Ay, sağ ol, bəli. Hər bir ailə deməli, müəllimlər qidalanma xərclərini planlaşdıran zaman nəyi nəzərə almalıdır? Ailənin tərkibini, onların ayrı-ayrı üzvlərinin enerji sərfini. Məsələn, ailənin tərkibi deyəndə nə nəzərdə tutulur? Məsələn, mən səndən soruşuram ki, Aybəniz müəllimə, ailə tərkibinin haqqında məlumat ver. Məsələn, deyəcək, oğlum var, tutaq ki, evdə qaynanan var, məsələsi deyirəm, nəvəm var və onların o tərkibin enerji sərfiyyatını, evdə yaşlı varsa, tutaq ki, uşaq varsa, rasiona nə əlavə edilməlidir? Süd məhsulu əlavə edilməlidir, daha kalorili qidalar əlavə edilməlidir, fiziki işlə məşğul olan varsa, daha yaxşı kalorili qidalanmalıdır. Ona görə də ən birinci nəyi nəzərə aldı? Ailənin tərkibini, onların ayrı-ayrı üzvlərinin enerji sərfiyyatını, qida məhsullarının tələbatını, onların deyir, əldə edilmə imkanını, saxlanılmasını, alınmasını, hazırlanmasını, bir də ki, müəllimlər, həyatyanı sahədə qida məhsullarının istehsal imkanlarını nəzərə almaq lazımdır. Yəni, elə insan var ki, həyatında əkir, becərir, düzdür, məsələn, müxtəlif ev heyvanları saxlayır. Bunların hər birini nəzərə almaq lazımdır. Yadınızda qalacaq? Ben bilirdim yazılı dedi, yadıma düşdü. Aha, əla. Müəllimə, kitabda hansı cümlələrdə onun yerini dəqiqdir, daha belə örgən ya kitabda nə? Səhifə 12-də ən axırıncı cümləni oxu. Ən axırıncı cümlədən başda oxumağa. Aha, sən mənə de görüm, xanım qızım. 12. Xanım, sən mənə de görüm, 1 qram yağda və 1 qram zülalda nə qədər kalori var idi? 9,3 kalori var idi. 1 qram zülalda karbohidratda isə 4,1 kalori vardı. Aha, qələm dəftər yəqin ki yanındadır. Kimin yanındadırsa yazsın. Sən mənə de görüm, 4 qram zülalda və 5 qram yağda cəmi nə qədər kalori var? Yəni, sadə bir məsələdir. Bəli, 9,3-ü 4-ə vuracağıq. Bir də 5-ə vuracağıq. 4,1. Aha, sonra Məmə, tərsinə dediniz, deyəsən, 5 yağı idi, 4... Fərqi yoxdur, əsas toplayandan sonra eyni cavab alınır da. Ay, sağ ol, toplayanda sən demiş, onsuz da eyni olur. Eyni cavab alınır. Ay, sağ ol, Mən da hesaplamadım.
Ay sol. Bəli, 9,3-ü deməli vurdun 4-ə, üstə gəldin 4,1 vursun 5, düzdürmü? 4,1 vurub sonda toplayırıq. Ay sol, qəşəng, əla. Bəs yaxşı, sən mənə de görüm, menyunu tərtib edən zaman nələr nəzərə alınmalı idi? Deməli, onun tərkibində olan yağları, duzları, karbohidratları, mineral duzları, vitaminləri. Onun faydası və müxtəlifliyi. Ay sağ ol, bəli, düzdür. Aha, müəllimlər, burada elə bir şey qalmadı. Elə burada son cümlələrdə özüm ümumiləşdirib dedim bayaq sizə. İndi keçək növbəti dərsimizə. Hələ bu dərsi bu qədər həvəslə, maraqla həqiqətən, yəni keçildiyini görməmişdim. Qrupda çox müəllim olsa da düşünürəm ki, çox maraqlı dərs gedir. Gəldi indi bəli, ev quşlarına. Xanım, sən mənə de görüm qızım, ev quşlarına nələr aid idi? Toyuqdur, hinduşkadır, qazdır, ördəkdir. Ay, sağ ol. Sən mənə de görüm, quşçuluq təsərrüfatı əhalini nə ilə təmin edir? Ət, yumurta, quş, tüçü ilə, peyni ilə. Ay, sağ ol, bəli. Bəs yaxşı, sən mənə de görüm, yumurtanın tərkibində hansı vitamin? Dəmir ilə D vitamini, inək südündən daha çoxdur da, daha artıqdır. Ay, sağ ol, bəli, əzizim, düzdür. Bəs yaxşı, sən mənə de görüm, quş ətinin keyfiyyəti nədən asılıdır? Onların tərkibində hansı qidalı maddələr var? Onların tərkibində fosfordur, kalsiyumdur, zülaldır, digər şeyli maddələr var. Ay, sağ ol. Bəs nədən asılı idi dedik keyfiyyəti? Quş ətinin keyfiyyəti nədən asılıdır? Onun deməli növündən idi, yaşından idi, cinsindən idi, yemləməsindən idi. Ay, sağ ol, bəli. Bəs yaxşı, sizin sertifikasiya sualınızdır, xanım bu. Quş tükündən və lələyindən harada istifadə olunur? Deməli, tükündən yastıqdır, bəzək əşyasıdır, yorğandır, hazırlanır. Lələyindən isə toz halına salaraq zülal bəsimi yemək qatılmadı edilir. Bəli, bəli. Mənlər, bununla 2 dəfədir, sənlə bu qədər qızım. Naxçıvanda olan tələbələrim kimdirsə, deyirəm, dərsdə iştirak eləsin, sual cavabda. Heç kim əlini qaldırmır, çünki adlarını tam Rübabə müəllimə var idi, Seydova Rübabə, Aytən olmalı idi, səhv etmirəmsə. Nabat müəllimə var idi. Səmra, sən onsuz göz önündəsən. Buradayım, Nabat müəllimə. Nabat müəllimə. Kimsə sual cavab olunmaq istəyir, Naxçıvandan olan müəllimlərdən əlini qaldırsın. Olur. Aha, Nabat müəllimə sual cavab eləyəcəyik. Ay Səmra, sən geri qalma, amandır. Bir dənə Nabat müəllimə sual cavab olunmaq istəyir onda. Digərlər yəqin dinləyici kimidir, hə? Yox, Aytənlərimiz çoxdur. Naxçıvandan olan Aytən müəlliməmiz də var. Aytənlərimiz çoxdur. Naxçıvanda oldu sertifikasiya. Yox, ayın 11-idir, Sevinç. Ayın 11-idir. Aha, ayın 11-idir. Aha, yaxşı. Elə sən də sual cavab eləyəcəm, Sevinç. Yaxşı səsini açmısan. Nabat müəllimə sual cavab eləyim, gələcəm sənə də. Nabat müəllimə, siz mənə deyin görüm. Deyir ki, ən xeyirli quş əti hansıdır? Fərə əti. Balaca. Aha, bəli, fərə ətidir. Bəs yaxşı, siz mənə deyin görüm. Bax, ev quşlarına toyuq hininin tikintisi zamanı toyuq hininin tikilmə qaydalarını danış. Baxın. Deməli, adətən bilirik ki, toyuqlar toyuq hinində saxlanılır. Toyuq hinini tikmək üçün demək, onda içəridə demək, tar olmalıdır. Çıxıb üstündə, demək, toyuqlar üstündə yatdıqları üçün tar olur. Tarda demək, nədir, kiçik qalanlıqda tircikdir. Bir də yuvalar olur. Yuvalar olur ki, toyuqlar orada yumurtlaması üçün yuvalar nəzərdə tutulur. Ay, sağ ol, bəli. Sonra tarda demək ki, 4 vırılsın 5 santimetrdə olan ağac tirciklərdən demək istifadə olunur, hazırlanır. Toyuqlar orada rahat demək olması üçün həmin o tircik dairəvi formada olmalıdır. Ay, sağ ol, bəli, üzərində yatmaları üçün
dairəvi formada olmalıdır. Aha, bəs yaxşı. Mən sizə desəydim ki, Nabat müəllimə, toyuq hini neçə qap ilə təchiz olunmuşdu? 2 qap ilə də alt üst. Aha, nə üçün? Demək, qapılar alt hissədən, demək, toyuqları otlaq sahəsinə də işə buraxmaq üçün idi. Üst hissəsi də havasını dəyişmək üçün. Ay, sağ ol. Bəs yaxşı, sən mənə de görüm ventilyasiya nədir? Ventilyasiyada təmizləmədə, oranın havasını təmizləmək cihazdır. Ay, sağ ol. Bəli, bəs yaxşı. Siz mənə deyin görüm, son bir sual verim. 1 kvadrat metrə neçə toyuq düşürdü? 4 toyuq. Ay, sağ ol. Bəli, 1 kvadrat metrə 4 toyuq düşürdü. Əslində, buradan da belə bir məsələ də çıxartmaq olar ki, Nabat müəllimə diqqətlə qulaq asın. Yəni, sadə bir məsələdir. Sadəcə olaraq yadımızda qalsın da. Bax, deyirik ki, 1 kvadrat metrə 4 toyuq düşür, düzdürmü? Mən desəm ki, 4 kvadrat metrə neçə toyuq düşəcək? 8. 1 kvadrat metrə 4 toyuqdur. Ay, sağ ol, bəli. 1 kvadrata 4-dürsə, 4 kvadrat metrədə 4-4-ə vururuq, 16 toyuq düşəcək. Yaxşı, sizlə bu qədər müəllimlər. Gəlin bura kimi ümumiləşdirək. Sonra sizi hamısını bir yerdə ümumiləşdirəndə yorucu olmasın. Deməli, bura kimi nə öyrəndik? Öyrəndik ki, ev quşları toyuqdur, hinduşkadır, qazdır, ördəkdir. Bunların saxlanması, bəslənilməsi, çoxaldılması, kənd yerlərində yaşayanlar üçün belə deyək də saxlanması daha mənfəətli idi, yaxşı başa gəlirdi. Həmçinin quş ətləri deməli əhalini ət idi, yumurta idi, quş südü idi. Həmçinin quş peyni ilə təchiz edirdi. Ev quşlarının deyir saxlanması, bəslənməsi həm asan başa gəlirdi, həm onlar qidalı idi. Bunların içərisində məsələn toyuq əti daha seçilirdi ki, toyuq ətinin tərkibində çoxlu sayda qidalı maddələr var idi. Onun fosforu idi, kalsiumu idi, zülal idi. Həmçinin yumurtasının tərkibində dəmir və D vitamini, hətta inək südündən belə nə idi? Çox idi. Ev quşlarından toyuğu saxlayan zaman, yəni toyuğu istifadə edən zaman onun keyfiyyətinin müəyyən tələbləri, göstəricilər də var idi ki, bu toyuq ətinin keyfiyyəti nələrdən asılı idi? Növündən, cinsindən, yaşından, saxlanma şəraitindən, yemlənməsindən asılı idi. Ən xeyirli quş əti deyir vitamin, minerallarla zəngin olan fərə əti idi. Quşun deməli həm ətindən dedik, həm peynindən, həm də tükündən geniş istifadə olunur. Quşun tükündən bəzək əşyalarının hazırlanmasında, yastıqların, yorğanların hazırlanmasında, bu bayaq da qeyd etdiyimiz kimi Naxçıvanda 4 il əvvəl səhv etmirəmsə, sertifikasiya sual olub. Ya 4 ya da 5 il əvvəl sertifikasiyaya düşmüş sual idi. Bəli. Çünki o vaxtlar müəllimlər var idi orada, mənim kitabımdan hazırlaşırdılar. Onlar dərs imtahandan sonra həm təşəkkürlərini bildirmək üçün yazmışdılar, həm də ki, oradakı sualları atmışdılar ki, müəllimə, sizin kitabda nə eləmişdi, hamısı getdi, imtahana düşdü. Yəni, rahat sualları idi 5 il bundan əvvəl düşənlər. İnşallah bu ildə sizlər üçün yaxşı olar. Quş tükü və lələyi olan sual. Deməli, quş peyni isə, deməli, quş lələyindən isə müəllimlər zülal əlavəsi kimi istifadə edirdilər. Baxın, tükündən yastıq, yorğan hazırladılar, amma lələklərini, sertifikasiya, lələklərini isə üyütdülər, neynədilər? Zülal əlavəsi kimi heyvanların yeminə qatdılar. Quş peyni də digər peyinlərə nisbətən ucuz idi və ekoloji təmiz gübrə idi. Onun sınaqlarını işlətmişəm, Aysiyə sizə, qrupunuzda var. 8-ə çatanda yenə işlədəcəm. Ev quşlarından deməli saxlanması üçün toyuq hini lazımdır. Toyuq hininin tikintisi zamanı nəyə diqqət yetirmək lazım idi? Gəlin bunlarla tanış olaq. Hin işıqlı olmalı idi, 2 qapı ilə təchiz edilməli idi, ventilyasiya olmalı idi, yumurtlamaları üçün yuvalar qurulmalı idi. Yuvalar, deməli hin işıqlı olmalı idi. Yuvalar amma gün düşməyən yerdə quraşdırılmalı idi. Baxın mənlər, bunu da yadınızda saxlayın. Yaxşı mı? Sizə desələr ki, yuvalar hin deyir işıqlı olmalıdır, isti olmalıdır, amma yuvalar gün düşməyən yerdə quraşdırılmalıdır. Toyuqların hinində
üzərində çıxıb yatdıqları o tircik tar adlanırdı. Tar 4-ün 5-ə olan ağac tircikdən istifadə edərək də hazırlamaq olardı. Sonra burada nə qaldı? Dedik, hin 2 qapı ilə təchiz olunub. Alt bölmə toyuqların otlağa buraxılması üçün, üst bölmə isə toyuq hininin deyir havalandırılması üçünüydü. Bura qədər məncə hər şey aydındır müəllimlər, hə? Kimsə nəsə sualı var? Yoxdur ki. Yoxdur mənim. Əla, keçək o zaman növbəti hissəmizə Sevinç Salmanlı. Gəlin Sevinç əzizim. Bəli, mən buradayım. Sevinç qızım, sən mənə de görüm, nə deyəsən? Deyəsən ki, toyuqlar yem olmayanda nə yeyir? Adi halda nə yeyir? Nə məsləhət görülür? Bir də nə var idi orada? Yaxşı məhsuldarlıq üçün nə qatmaq lazımdır? Bunun hamısı haqqında bizə məlumat ver. Diqqətlə qulaq asın müəllimlər. Yem olmadıqda toyuqlar sərbəst otlağa buraxılırlar. Deməli, belə olanda onların yumurtlaması azalır. Adi halda isə buğda, qarğıdalı, digər dənli bitkilərlə yemlənməlidirlər. Sonra nə var idi orada? Qurd var idi. Toyuq yeminə qatılırdı. Kələm, yonca, çuğundur, yer kökü, bunlar əlavə etmək məsləhət görülürdü. Sonra nə var idi? Minerallar isə sümük, üydülmüş yumurta qabığı idi, sümük unuydu. Duz, təbaşir, bunlar isə mineral qida əlavəsi idi. Yaxşı məhsuldarlıq içində mətbəx tollantıları, sonra ət, balıq dedikləri, qaynadılmış yumurta, kəsmək, bunlar isə yaxşı məhsuldarlıq üçün idi. Ay, sağ ol, bələnsim, düzdür. Bəs İndi yaxşı, iki dəfə yemlənirlər, səhərdən axşam. Ay, sağ ol. Ay, sağ ol. Bəs yaxşı, Sevinç əzizim, mən sənə desəydim ki, təzə yumurtadan çıxmış cücələr nə ilə qidalanır? Onlar isə yumurta qidalarla, kartofla, kəsmiklə, yumurta qabığı, insan eləyilə. Ay, sağ ol, bəli əzizim, düzdür. Bəs yaxşı, gigiyena məqsədi ilə toyuq döşəməsinə nə səpildi? Aman, səpilirdi. Ay, sağ ol. Bax, mən sənə desəydim ki, bir deyirəm yumurtlamanın keyfiyyəti nədən asılıdır, bir də deyirəm ki, yumurtlamaya yaxşı təsir göstərir. Yumurtanın keyfiyyəti az bir yemləmədən yaxşı təsir göstərirdi, işıqla istirik. Ay, sağ ol, aferin sənə, əla. Yaxşı qızım, sonuncu sualım isə ev quşlarında rast gələn xəstəlikləri də deyən, yekunlaşaq. Mədə bağırsaq xəstəlikləri, sonra göz, avtaminoz çatışmazlığı, sonra zökəm var idi. Ay, sağ ol. Bəli, avtaminoz özü nə demək idi? Avtaminoz vitaminlərin çatışmazlığı. Ay, sağ ol. Bəli, əzizim, bəli. Düzdür. Yaxşı, Sevinç qızım, səndən də bu qədər. Çoxdandır bir müəlliməmiz var ki, ümumiyyətlə onu dindirməmişik. Billurə müəllimə. Billurə müəllimə. Cavab vermək istəyirsiniz? Sağ ol müəllimə, bəli. Aha. Billurə əzizim. Siz mənə nəyi deyin? Burada nə qaldı? Biz nəyi deməmişik? Hə, dedik toyuqlar neçə gün kürt yatdı? Toyuqlar ildə bir dəfə kürt yatır, 21 gün. Ay, sağ ol. Bəs yaxşı, siz mənə deyin görüm, cücələr lazım olan çəkinin nə qədər vaxtda olar, kurikuluma getmək istəyənlər getsin müəllimlər. Cücələr lazım olan çəkini nə qədər vaxtda toplayırlar? 4-5 aya toplayırlar. Ay, sağ ol. Bəs yaxşı, toyuqların ən məhsuldar dövrü? O da 1-4 il. Ay, sağ ol. Bəli, bu 1-4 il idi. Bəs yaxşı, siz mənə deyin görüm, toyuqlarda xəstəliklərin qarşısını almaq üçün onlara hansı yemləri vermək məsləhət idi? Rasionlarını əlavə etmək. Onlar ilə bütün toyuqlara turşumuz, çiflənmiş, çürümüş sirkli su vermək olmazdı. Sonra onlara balıq yağı idi, yer kökü idi. Ay, sağ ol. Yaşıl ot idi.
Ay, sağ ol. Bəs yaxşı, deyir ki, həmçinin xəstəliklərin qarşısını almaq üçün özümüz də deyir müəyyən tədbirlər görməliyik. Bu tədbirlərə nələr aid idi? Onların mütəmadi olaraq açıq havaya çıxartmaq lazım idi. Yerlərini təmiz saxlamaq lazım idi. Günəş şüalarının altına buraxmaq lazım idi. Sən Zümrüd getmək istəmirsən kurikuluma. Bəli, həqiqətən də dərs Getməliyəm amma xanım Rey. Ortada gedəndə fikrim qalır buradayım. Yox, get kurikulumda vacib. Zümrüd xanım, Günay müəllim, mən qoşulmuram, ancaq kaytlara baxıram. Siz kayda baxırsınız. Kim izləyir getsin, narahat olmayın. Yox, aynen, işte kayda baxarım. Sağ ol, sən nə dərsən? Yaxşı, sağ olun, sağ olun. Yaxşı olsun balam. Aha, yaxşı, deməli dezinfeksiya edildi, günəş şüaları altına. Açıq havaya buraxmaq lazım idi. Yox ay Günay, yox hələ yaralı yerimə toxunma. Aha, müəllimlər, gəlin bir dənə bu hissələri ümumiləşdirək. Günay, sənə də sual verəcəm. Günay, bugün çoxdan da sual-cavab olunmayanlar sual-cavab olunacaq. Deməli, müəllimlər, bura kimi gəlin ümumiləşdirək. Görək, bura kimi nə öyrəndik. Müəllimlər, əsasən biz burada toyuqlara verilən qidaları ümumiləşdirdik. Sağ olun, Rübabə, var olasınız. Mən də sizdən doymuram, həqiqətən. Yəni, səhər hətta gedəsi yerim var idi. İnanın, necə təxirə saldımsa dedim, yox, gedə bilməyəcəm, işim var. Günay müəllim, gün olacaq dərsinizdə fevral qrupuna. Siz ama toydu o. Toydu. Bizdə də var, ona görə deyirəm, görüm olacaq yoxsa bizdə də var. 6-cı gün Allahın evində xeyir iş qismət eləsin, xeyir işimiz var. Səhər getmirəm, amma bir suyun qaçışım yoxdur. Kurikulum olanlar çıxa bilər. Yaxşı, Gülü. Aha, müəllimlər, deməli, burada toyuqlara verilən yemləri öyrəndik. Toyuqlara dedik ki, baxılıb çəkirsiniz, qısqanclar. Deməli, verilən yemlər, ən birinci, toyuqlar necə qidalanır? Gəlin onunla tanış olaq. Baxın, toyuqlar gündə 2 dəfə, səhərlər deyir, nəylə yemlənirdi? Səhərlər deyir, yumuşaq yemlə, axşamlar dənlə qidalanırlar. Bu olmalısa isə, deyir, toyuqları, yəni yem yoxdur. Onlar sərbəst otlamağa buraxa bilərlər. Çünki soxulcanların, otla, nə bilim, müxtəlif həşəratlarla qidalana bilən heyvanlar idi. Amma deyir, yem olmasa, onlar otlamağa buraxılsa, onların yumurtlaması azalacaq. Toyuqlara verilən yemləri biz müəyyən başlar altında qruplaşdırsaq, bunlardan birincisi toyuq yeminə nəyin qatılması məsləhət görülür. Bax, nəyin qatılması məsləhət görülür. Məsləhət görülür deyəndə müəllimlər, sizə çox rahat bir yer deyim, bir üsul deyim. Kələm boşu üstə gəl balqa bax, belə yadında saxlayın. Bax, kələm boşuna nə gedir? Hansı ərzaqları vurursunuz? Kələm, çuğundur, kök, düzdürmü? Kartof və bir də üstəcə balqabaq. Bir də balqabaq əlavə edirik. Bəs yaxşı, toyuq yeminə yaxşı məhsuldarlıq üçün nə qatmalıyıq? Yaxşı məhsuldarlıq üçün deyəndə zülallı yemlərdir, sonra kəsmikdir, sonra qaynadılmış yumurtaydı, ət balıq unuydu. Bunlar mətbəx tullantıları idi. Bunlar nə idi? Ev quşlarına verilən yemlərə yaxşı məhsuldarlıq üçün istifadə edilən idi. Bir də var idi müəllimlər, mineral yemlər. Gəlin görək mineral yemlərə nələr aid idi. Mineral yemlərə, onu da ağlarla yadınızda saxlayın. Yəni cavablara baxın. Nə ağdısa götürün. Bu üyüdülmüş yumurta qabığıdır, sonra duzdur, təbaşirdir. Baxın, bunlar mineral yemlərə aid idi. Sonra yemlərdən daha nə var idi burada? Təzə yumurtadan çıxmış cücələrin yemlənməsinə nədən istifadə olunurdu? Burada istifadə olunurdu. Bir dəqiqə qəbul edim gələni. Burada deməli istifadə olunurdu. Qaynadılmış yumurtadan, qaynadılmış kartofdan, kəsmikdən,
üyüdülmüş yumurta qabığından. Bəzən müəllimlər deyir ki, mənim evdə cücələrim var, heç mən onlara kartof qaynadıb vermirəm, kəsmə vermirəm. Yəni burada sırf toyuqdan söhbət getmir də, müxtəlif ev quşlarından söhbət gedə bilər. Xəstəliklərin qarşısını almaq üçün bəs toyuqların yeminə nə qatırdıq? Xəstəliklərin qarşısını almaq üçün yaşıl otuydu. Sonra qatırdıq yer kökü, qatırdıq balıq yağı. Da yine qaldı müəllimlər burada. Və bir də burada qaldı gigiyena məqsədi ilə toyuq döşəməsinə nə səpilirdi? Saman idi. Sonra ceyran otuydu. Bunlar səpilirdi və bunlar da deyir bir qarışanda nə olurdu? Müəllimlər səsləri bağlayaq. Aha, qarışanda deməli bunlar nə olurdu? Çox qəşəng deyir, qiymətli gübrəyə çevrilirdi. Yaxşı qadası xədici çıxa bilərsən. Müəllimlər, bir də ki, yumurtlanma haqqında sizə də deyim. Yumurtlamanın keyfiyyəti yemləmədən asılıdır. Yumurtlamaya yaxşı təsir edəndə isə bu lazımı istilik və olacaq lazımı işıq. Bir də yumurtanın keyfiyyəti onun dadından asılıdır. Biz yəni yumurtanın keyfiyyəti nədən bilirik? Yediyimiz yumurtanın dadından bilirik. Hər bir toyuqda 21 gün kürt yatacaq. Sonra təzə çıxmış düzələr satılmaq üçün lazımı çəkini 4-5 aya toplayacaq və toyuqların da ən məhsuldar dövrü 1-4 il olacaq. Toyuqlarda isə rast gəlinən xəstəliklər, ev quşlarında rast gəlinən xəstəliklər A vitaminozdur, mədə-bağırsaq iltihabıdır, zökəmdir. Bunlara rast gəlinirdi. Bunların da bəli dediyimiz kimi qarşısını almaq üçün yemlərinə balıq yağı, yer kökü, yaşıl ot qatırdı. Günəş şüaları altında açıq havada mütəmadi olaraq çıxarılıb hava almalıydılar, belə deyək. Və toyuq hini avadanlığı vaxtaşırı dezinfeksiya edilməli idi. Dezinfeksiya burada xüsusi dərman maddələri ilə yoluxucu mikrobların məhv edilməsi, A vitaminoz isə vitamin azlığından yaranan xəstəlik idi. Kiminsə sualı var? Yoxdur ki. Bəli, mənim sualım var. Buyur Təranəzim. O balıq yağı deyirik, bu hansı ki bu omega 3 var, odur o. Ola bilər. Yəqin ki bu toyuqlar üçün omega 3 alıb vermərik də aptekdən. Yəqin ki bunlar üçün ayrıdır. Yəni mən elə fikirləşirəm. Biz nəyə görə toyuqların xəstələnib baytar aptekində satılırsa alıb toyuqlarıma verərdim. Hə, yox, məncə inanmıram o götürüb nəysə toyuqlara aptekdən alıb verəsən. Böyük ehtimal onlar şüşələrdə olar. Baxın, bizdə elə bir kənd təsərrüfatı mağazasıdır. Onlar xüsusi salafanlarda var. Bax, balıq unu var, ət unu var, salafanlarda var xüsusi. Amma balıq yağı böyük ehtimal baytarlıq apteklərində olar. Bəlkə də yemə qatmaq üçün olar bəlkə. Hə. Yəni yemə qatmaq üçün onlar məncə maye halında olarlar da. Yoxsa sən o toyuğa nə qədər balıq yağının kapsulunu alıb qırıb tökəsən. İnanma. Böyük ehtimal Bəli, onlar yağ şəklində olur. Bəli, vitamin kompleksləri var belə paçkalarda, hər şey. Yəni toyuqlar olsun, ev quşları olsun, ümumiyyətlə ev heyvanları üçün bunların hamısı var. Bir sözlə müəllimə bizdən yaxşı qidalanırlar. Hə. Tetravit. Nuraynağı nədir? Zootexniklik eləyir. Dayan görək. Aha, müəllimlər, ayrı sualınız yoxdur? Yoxdur? Yoxsa? Yoxsa keçək növbəti dərsimizə. Növbəti dərsimizi kimdən sual cavab eləyək müəllimlər? Ayladan. Ayla, gəlirsən qızım. Salam müəllim, axşamınız xeyir. Ayda, sən mənə de görüm, mebelin təmiri zamanı qarşıya qoyulan tələblər hansıları idi? Deməli müəllimə, quruluşu idi, ölçüsü idi, bir də örtüyünə qoyulan tələblər nəzərə alınmalı idi. Ay, sağ ol. Bəs yaxşı, sən mənə de görüm, şagird partalarında rast gəlinən qüsurlar hansılardı və onların aradan qaldırılması necə həyata keçirilir?
Şagird partasında deməli rast gəlinən qüsurlar, üst qapaqları var idi, onların kənarlarının işlək hissəsinin zədələnməsi var idi. Sonra qapaqların gövdədən ayrılması, çanta qoyulan yerlərin əyilib şəklinin dəyişməsi idi. Biz bunun üçün nə edirdik? Bərkitici furniturlardan, yəni istifadə edirdik, tıxaclardan, şuruplardan. Əvvəlcə onları taxmalarla, yapışqanlı tıxaclarla tutulmalı idi. Deməli, qapağı taxtaya deyir, taxta gövdəyə əlavə üstdən tam keçməklə 5-in 50 ölçü şuruplar, 2-4 şurupla bərkitmək məqsədə uyğundur. Şurupları da elə qururuq ki, deyir qapağın səthindən 1-2 millimetr dərinə işləsin. Alınan boşluğu da xüsusi materiallarla doldurmaq lazımdır. Belə. Sağ ol, bəs yaxşı. Deməli, bu nə idi? Bu üst qapağın düşməsi idi, düzdürmü? Parıldayan lak örtüyü bəs hansı ardıcıllıqla bərpa edilir? Parıldayan lak örtüyünü bərpa etmək üçün əvvəlcə biz buradan qüsurları aradan qaldırmalıyıq. Birinci çi, tozu, sonra isə qüsurlu yerləri, köhnə lak və yaxud da emal örtüyünü sürtərək təmizləyirdik və yenisini çəkirdik. Burada isə biz nitrolakların əvəzinə fırça ilə asan sürtülən, lakin quruma müddəti çox olan parket lakından istifadə etməliydik. Ay, sağ ol, bəli, parket lakından istifadə etməliydik. Bəs yaxşı, son bir sual verəcəm sənə qızım. Sən mənə de görüm, nə deyəsən? Deyəsən ki, interyerin əsas elementlərindən biridir. İnteryerin əsas elementlərinin biri masa idi. Ay, zor. Məişət masasında ən çox rast gəlinən qüsurlarımız bəs hansı idi? Ən çox rast gəlinən qüsurlar deyir ki, onların deyir birləşmələri böyük təzyiq altında deyir olduğuna görə zəifləyə, hətta deyir qopub sına bilər. Deyir ayaqların yuxarı hissələrində birləşmələri idi. Ay, sağ ol. Bəli qızım, səndən bu qədər. Gülnar Əmirova buradadır. Buradayım müəllimə. Buradasan qızım. Bir dənə bunu ümumiləşdirim, sənə sual verim, yaxşı? Yaxşı müəllimə. Deməli müəllimlər, bu dərsdə öyrənirik biz şagird partalarının və məişət masalarının təmirini. Mebelin təmiri zamanı 3 dənə tələbimiz var. Ölçüsü, örtüyü və quruluşuna qoyulan tələblər. Bunun deməli, bu mebelləri, ümumiyyətlə mebelləri təmir edən zaman bu 3 tələb mütləq şəkildə gözlənilməlidir. Deməli, nə oldu müəllimlər? Mənlə bərabər hamı öz yerində desin. Ölçüsü, quruluşu və örtüyü. Şagird partalarında rast gəlinən qüsurlar, üst qapaqların kənarlarının, işlək səthin zədələnməsi, qapaqların gövdədən ayrılması, çanta qoyulan yerlərin əyilib şəklini dəyişməsidir. Qopan qapaqların bərkidilməsi zamanı, bəs gəlin görək proses hansı ardıcıllıqla həyata keçirilir? Baxın müəllimlər, burada da ardıcılığımız var, bu dərsdə ümumiyyətlə ardıcıllıqlarımız var. Buradakı ardıcıllığımız necə başlayır? Ən birinci, qopan qapaqları olduğu kimi yerləşdirmək. Ən birinci, qopan qapaqları olduğu kimi yerləşdirmək lazımdır. İkinci mərhələdə, bərkidici furniturların altında dağılmış o deşikləri taxmalar və yapışqanlı tıxaclarla tutmaq lazımdır. 5-in 50-yə ölçüdə 2-4 şurupla üst taxtanı bərkitmək lazımdır. Bu 3-cü mərhələmiz. Bu zaman deyir şurup elə burulmalı idi ki 1-2 mm dərinə getsin. Bu 4-cü mərhələmiz. Alınan boşluğu xüsusi materialla doldurmaq lazım idi. Bu da sonuncu mərhələmiz. Deməli, nə oldu müəllimlər ardıcıllığımız? Olduğu kimi qapağı yerləşdirdik. Hamı yerində desin. Olduğu kimi qapağı yerləşdirdik. Dağılmış yerləri yapışqanlı tıxaclarla tutduq. Ki o furniturların hansı ki dağılmış hissələri var idi. Üçüncü mərhələdə 5-in 50-yə 2-4 şurupdan istifadə edərək bərkitdik. Dördüncü mərhələdə bu şurupları elə vurduq ki 1-2 mm dərinə getsin. Və ən nəhayət 5-ci mərhələdə isə o yaranan şurupların çökəndən sonra boşluqları xüsusi materialla doldurduq. Bu xüsusi materialı xüsusilə yadınızda saxlayırsınız. Nəyə görə? İnşallah səhərki dərsimizdə necə xatirə müəllimə?
Ardıcılıqla deyirəm düşər müəllimə? Mütləq. Niyə düşməsin ki? Mütləq. Testlərdə rast gəlməmişik, ona görə soruşuram. Testlərdə var. Yaxşı oldu, sağ olun. Aha, siz də sağ olun. Deməli müəllimlər, bunu bu cürlə yadınızda saxlayın. Nəyə görə dedik xüsusi material xüsusilə diqqət yetiririk? Bundan sonra keçəcəyimiz dərsdə, Allahın izni ilə səhərki dərsimizdə stulların səthində olan çökəklikləri faner qırıqları ilə doldururuq. Amma burada xüsusi materialla doldururuq. Bax, buna diqqət yetirin. Sual düşər və axırıncı mərhələdə gətirər xırda faner salar, çaşıb qalarsan. Yaxşı mı? Stulda olacaq faner, burada olacaq, amma xüsusi material. İndi keçək parıldayan lak örtüyümüzün ardıcıllığına. Mütləq şəkildə bunu da ardıcılıqla bilməliyik, müəllimlər. Şagird partasının əgər deyir qırılmayıbsa, sökülməyibsə, tökülməyibsə, eləcə lak örtüyü cızılıbsa, biz bu zaman bu təmiri necə həyata keçirirdik? Əvvəlcə şagird partasının səthini tozdan, çirkdən təmizləyirdik. Bax, birinci bunu elədik. Nə etdik? Tozdan, çirkdən təmizlədik. Qüsurlu yerləri lakdan, boyadan ikinci mərhələdə təmizlədik. Yəni, səthini çirkdən, rəydən təmizləyəndən sonra köhnə lak və ya emal örtüyünü sürtərək təmizlədik. Nitrolakların əvəzinə fırça ilə asan sürtülən, lakin quruma müddəti çox olan parket lakından istifadə etdik. Cəmi 3 addımdır. Birində çirki tozu təmizlədik, içində qəşəcə cilaladıq, üçündə də ki, nitrolakların əvəzinə parket lakından istifadə etdik. Nitrolaklar, selluloza nitratı əsasında benzin və yağlara davamlı lak idi. Bunlar tez quruyurdu, müəllimlər. Tez quruyurdu, 2 saata tez quruyurdu. Amma deyir, yəni tam qüsursuz səth almaq üçün bir neçə dəfə çəkmək lazım olurdu. Bunun əvəzinə deyir, biz elə parket lakından istifadə edərdik ki, bunda quruma müddəti təxminən deyir 2 günə, tam deyir 7 günə quruyurdu. İndi o biri dərslərdə daha ətraflı öyrənəcəyik inşallah. Bir də ki, burada öyrəndik məişət interyerinin əsas elementlərindən biri masalardır. Masalarda ən çox rast gəlinən qüsurlar böyük təzyiq altında olduğuna görə ayaqların yuxarı hissəsindəki birləşmələrdir. Bu qədər. Yəni, bura kimi, müəllimlər, bura kimi kimin nə sualı var? Hə? Bura kimi? Müəllimə, burada deyir ki, emal yerlərin bizə deyir ki, yeni emal örtüyünü sürtərək təmizlər. Sürtərək təmizləmək yerinə qoya bilər ki, cilalayıcı kağızla təmizləmək. Olar. Bilmirəm. Olar. Suma da kağızı ilə bəli təmizləmək lazımdır. Müəllimə, burada niyə deyir nitrolakların əvəzinə? Elə desin ki, parket lakından da nitrolakı niyə adı çəkilir? Çünki məktəb mebellərinin səthi partalar deyəndə əsasən nitrolaklarla, məktəb mebeli deyəndə əsasən nitrosellozlakla örtülür. Ona görə. Yəni deyir ki, biz bunun əvəzinə... Orasını da deyə bilərsiniz. Çünki mən bir testdə gördüm, məktəb mebelinin üzəri hansı lakla örtülür. Bir də sizin testinizdə gördüm. Məişət mebeli. Məişət. Orada birindən nitrolakı idi, birindən nitroselloz. Bax, məktəb partaları nitrolaklardır. Məktəb mebelləri nitrosellozdur. Hə, məktəb parta deyəndə nitrolaklardır. Aha. Məliyə, bunu belə yadda saxlamaq olar ki, məktəb partası deyirsə, parta sözündə də A hərfi var, nitrolakda da A var, nitrosellüz deyirsə, mebel deyirsə, mebel də D hərfi var, nitrosellüzdə də D hərfi var, belə yadda saxlamaq olar. Olar, kim saxlaya bilirlərsə, bəli, nə gözəl. Məktəbli partalar... Yəni, o laklar ümumiyyətlə bir-birindən fərqli laklardır, onunla belə çıxır ki... Tərkibi yəqin ki. Gəl, müəllimələr, deyir ki, mebel sözü hündürdür. Məsələn, mebel hündürdür, amma parta aşağıda hündürlüklə aşağına yadına saxlamaq olar. Bu da daha yaddan çıxandı. Məsələn, parta aşağıdır, amma mebel hündürdür. Ev mebeli daha yadda saxlamaq olar. Olar, yəni kim yadında necə saxlayırsa, yəni o individualdır.
Hər kəsin belə deyək də saxlama xüsusiyyəti var. Amma partalarda biz nəyə görə imenna partaları deyirik nitrolaq müəllimlər? Çünki biz parta haqqında danışırıq da. Orada əlavə bir mebeldən danışmadıq ki, düzdürmü? Məktəb partalarını təmir edirik, deyir nitrolaqlar əvəzinə. Beləliklə bizə buradan bu cümlədən aydın olur ki, dolayısıyla məktəb partaları nitrolaqlardır. Amma bundan sonraki dərsimizdə öyrənəcəyik ki, məktəb mebellərinin səthi nitrosellulloz lakı. Bəli, məktəb mebeli deyəndə stul, ayrı mebellər də yəqin ki, nəzərdə tutular gülər. Tək yəni məktəb mebeli, stulu inanmıram nəzərdə tutsun mebelləri. Aha, aydındır bu hissələr. Müəllimə, ki, onda məktəb parta deyirsə parket lakı, məktəb mebeli deyirsə nitrosellulloz. Yox, nitrolaq. Nitrosellulloz deyirəm, nitrolaq. Bax, məktəbli partaları nitrolaq, amma məktəb mebeli nitrosellulloz. Yaxşı. Gəlirsən Gülnar qızım. Kurikulum hələ müəllimlər yığılana kimi vaxt olacaq. 11 dəqiqə işləmiş kurikulum başlayır. Saatla bir element çıxımda olar. Aha, indi yığılana kimi hələ bir 10 dəqiqə gedəcək, narahat olma. Bax, sən mənə deyə görüm, məişət masalarının üst taxtasının ayaqlara birləşdirilməsinin hansı üsulları var? Vardı axşamınız xeyir. Məndə 2 hissəsi var. 3 növü var idi. Biri divanla birləşməsi idi. Eşitmədiniz, yəni səhv dedim yaxşı. Neçə üsulu vardı sənin? Mən bir dənə dedim tezdə. Bir var idi, birbaşa. Aha, bildim mən. Demə biri var ki, mənim elə məşq stolu var ki, onun altında xüsusi şeylər olur, belə mənim çərçivələri olur. O çərçivə botlarla birləşdirilirsə, bu daha etibarlı birləşmədir. Eləsi var ki, orada mənim çərçivə olmur, birbaşa botlarla öz masanın özünə birləşdirilir. Bu biraz şey olur mən, çünki yaxşı etibarlı olmur. Niyə görə? Çünki elə ola bilər ki, orada istifadə olunan birləşmələr necə deyirəm, keyfiyyətsiz ola bilər. Bu da test sınmasına gətirib çıxardır. Ay, sağ ol. Ona görə yəni olar. Düzdür qızım, düzdür. Bəs yaxşı, sən mənə deyə görüm, təmirin keyfiyyətli olması üçün birləşmələr nə ilə bərk edilməli idi? Ay, sağ ol, düzdür. Məişət masasında rast gəlinə biləcək nasazlıqlar və hansılar idi qızım? Məişət masasının ayaq hissələrinin qopub çıxması. Çünki daha sonra yuxarı hissəyə düşür. Ay, sağ ol. Bir də burada var idi ki, onların açılıb yığılan mexanizmlərinin zədələnməsi. Düzdürmü? O da mexanizm xarab ola bilər. Onu da dəyişmək lazım idi. Aha. Bəs yaxşı, masanın üst taxtasının ayrılması necə həyata keçirilir? O demək, xalça ya da ki, yumuşaq bir parçanın üzərinə qoyurdu, tərsini çevirirdi. Üst hissəsini ayırırdı. Ayıran zamanda ayırırdıq. Sonra ola bilər ki, orada botlardan istifadə edirsə, botları da ayrıca çıxardırdılar. Sonra onları yenidən birləşdirmək üçün qeyd etmək lazımdır ki, yenidən yerini yığanda, yəni hansı yeri haradsa onu bilsinlər mən. Aha, bəli. Sökəndən sonra deməli, sonra nə edirdik? Zədələn hissələri kənarlaşdırırdıq. Bir də ki, mən bir də yağlamaq lazım idi. Çünki şişmə aslı bağlanırdı, bunlar yağlanmalıdır. Ay, sağ ol. Bəli, təmizlənirdi və yağlanıb yenidən yığılırdı. Bəs yaxşı, sən mənə görüm. Qırılıbsa, yenisini əvəz etmək lazım. Ay, sağ ol. Hansı növ çərçivə ayaq birləşmələri mövcud idi? Mənim 3 cür idi. Biri zivanla birləşməsidir, biri zivan idi, bir çivlərlə də bir də şurupla birləşmə idi. Ay, sağ ol. Onda başı zivanla birləşməsi. Bunlardan hansı idi ki, deyir, əgər deyir ayaqlar çəpləşdirilmiş vəziyyətdə istifadə edilərdisə, bu bərkitmə üsulundan istifadə olunurdu, birləşmə üsulundan. Çəpləşdirmədə mənim şuruplarla birləşmədə istifadə. Ay, sağ ol. Bəs yaxşı, sən mənə deyə görüm, əgər deyir, şurup deyir, laxlayıb düşürsə, bu zaman təmir necə həyata keçirilir ayaqdan? Mən onu nəsə taxta çivinə onu yapışqan keçirib vurmaq lazım idi. Əgər o da olmursa, desəm onu şurupun daha ölçüsünü götürmək lazım. Ay, sağ ol. Bəli, diametri daha böyük olan şurupla əvəz etmək lazım idi. Amma burada diqqət yetirmək lazım idi ki, uzunluğu eyni, diametri böyük olsun, düzdürmü? Aha, bu il sertifika artinin paylaşdığı sualların içində də belə bir sual var idi. Son bir sual Gülü. Sonra get kurikuluma. Sən mənə de görüm, bu birləşmə növündə yarana bilən mümkün nasazlıq yuvanın parçalanması, zivananın hissələrə ayrılmasıdır.
Mən belə Zivana birləşmə edirəm. Ay, sağ ol. Bəli, bu Zivana yuva birləşməsi idi. Səndən də bu qədər. Sağ olun. Keçək kimə? Keçək Gülyaya. Gülya, gəl qızım. Son olaraq keçək Gülyaya, sonra keçək testimizə. Axşamın xeyir qızım. Sən mənə de görüm çiftlərlə birləşmə. Hə, bu arı kəsmə birləşməsidir, həm də deyir, iki elementin hər birinə uyğun deşiklərə yapışdırılan çivlərlə birləşmə daha güclü olur. Yəni bu çivlər onu daha da gücləndirir. Deyir, bu belə olan halda çivlər belə deyim, qırıla bilər. Belə olan halda onu ya yenidən vurğulamaq ya da dəyişmək lazımdır. Deyir, çivli və yaxud da çivsiz birləşmələrdə onun bərkitməni daha da artırmaq üçün lövhəciklərindən, metal künt lövhəciklərindən onu daha da mükəmmələndirirlər, onlardan istifadə edirlər. Ay, sağ ol. Bəs yaxşı qızım, sən mənə de görüm, masanın ayağının yuxarı hissəsinin çatını təmiri zamanı istifadə edəcəyimiz resurslar. Yapışqan və sıxaclardır. Burada da çatın bağlanması üçün gerşəkilli sıxaclardan, yəni məngənlərdən, bir də çərçivə ayaq birləşməsində eyni təzyiqin saxlanılması üçün dövrələmə sıxacından istifadə edirik və deyir ki, sıxaclarla birləşdirmə zamanı detalları, sıxacların dodaqlarının altına kiçik oduncaq parçası, yəni yumşaq oduncaq parçası qoymaq lazımdır ki, onlar səssiz zədələnməsin və quruyana qədər də saxlanılır. Ay, sağ ol, bələyəsim, düzdür. Bəs yaxşı, indi gəldik məşhur sualımıza, küncün bərkidilmə texnologiyası. Hə, deyir ki, metal künc lövhəciyi masanın ayağına yerləşdirilir və çərçivəyə əks istiqamətdə quraşdırılır və onun hər bir tərəfinə bir bolt taxılır, şurup taxılır. Daha sonra deyir, onun ayağın mərkəzindən, deməli, o lövhəciyin ortasına, ayağın mərkəzindən, lövhəcinin mərkəzinə doğru istiqamətlənən bir deşik açılır. Daha sonra şurup və lövhəciklər, şurup və lövhə kənarlaşdırılır. Sonra deyir ki, yastaqlıq kəlbətinlə boltun mərkəzindən tuturuq və onun ucundakı yivin ayağa bərkidilməsi üçün onu vurub bərkidirik. Daha sonra lövhəcik və şuruplar yerinə qaytarılır, yenidən bərpa edilir və şuruplu bolta köməkçi şayba və qanadlı qayqa yerləşdirilir. Deyir, mebelin sadə və əsaslı təmiri onun istismar müddətini artırır. Ay, sağ ol, bəli, istismar müddətini artırır da. Mən bir dənə test açım, bunu da ümumiləşdirməliyim. Keçək test oxumağa. Aha, burada da açdım, burada da açdım. Bir dəqiqə. Hə, deməli, müəllimlər, biz burada bir dənə ümumiləşdirmə eləyək. Harada qaldıq? Burada qaldıq ki, baxın, masanın ayağının üst taxtaya birləşdirilməsi. İki üsulu var idi, müəllimlər. Bir var idi, birbaşa masanın üst taxtasına bərkidilirdi. Bir də var idi, çərçivələrlə bərkidilirdi. Çərçivə digərindən daha etibarlı idi. Çünki birbaşa birləşəndə orada istifadə olunan yapışqanın keyfiyyəti vacib idi və digər birləşdirmə üsulları vacib idi ki, keyfiyyətli olsun və nə etsin? Birləşmə keyfiyyətli alınsın. Bu zaman deyir, bəzən deyir, masanın ayağında künc hissəciklərin keyfiyyətini artırmaq üçün nədən istifadə edilirdi? Metal künc lövhəciklərdən istifadə edilirdi. Hərəkətli masalarda əsasən rast gələ biləcək nasazlıqlar, müəllimlər, nələr ola bilərdi? Bir, onların sıradan çıxması və bir də mexanizmlərin zədələnməsi idi. Bu zədələnmə zamanı onlar masanın üst taxtası ayrılırdı. Bunun üçün bir neçə qat deyir, nə edirdik? Parçanın və yaxud da xalçanın üzərinə çevirirdik. Masanın üst taxtasını çıxarırdıq. Müəyyən deyir, hissələri şurupla, boltlarla birləşdirilmişdirsə, onlar sökülürdü. Təzədən deyir, nömrələnirdi ki, biz onları yığan zaman itməsin həmin hissələr, zədələnmiş yerlərin
çəkilib arası təmizlənirdi, yağlanırdı. Əgər sınıb sıradan çıxmışdısa, yenisi ilə əvəz edilirdi. Bu proseslər həyata keçiriləndən sonra artıq masanın yığılma prosesi başlanılırdı. Hissələri birləşdirən zaman deməli nə edirdik? Müxtəlif bərkidici vasitələrdən də istifadə edə bilərdik. Mütləq şəkildə yığılma zamanı taxta qoruyucudan da istifadə etməliydik ki, masanın səthi zədələnməsin. Bəs yaxşı, gəlin görək müəllimlər, hansı növ çərçivə ayaq birləşmələri var? 3 cür çərçivə ayaq birləşmələrimiz var idi. Bunlardan birincisi zivana yuva, digəri ara kəsmə və növbəti isə şurupla birləşmə idi. Zivana yuva birləşməsi ən nümunəvi birləşmə hesab olunurdu. Və bu birləşmələrin üçündə də müəllimlər müəyyən nasazlıqlar ortaya çıxa bilərdi. Həm zivana yuvada, həm ara kəsmədə, həm şurupla. Zivana yuvada yarana biləcək nasazlıqlar hansılar idi? Zivananın parçalanması, yuvanın hissələrə ayrılması. Ara kəsmə birləşmə, yəni buna biz çivlərlə də birləşmə deyirik, çivlərin sınması ola bilərdi. Bu zaman həmin çivlər burğulanıb çıxardılırdı və yeni çivlər yapışqan sürtürülərək nə edilirdi? Həmin dərilərə geydirilirdi. Digər bir bərkitmə növümüz olan şurupla bərkitmədə nə zaman istifadə olunurdu və nasazlıq hansı idi? Deyir, əgər ayaqlar çəpləşdirilmiş vəziyyətdə bərkidilərsə, çərçivəyə yapışqan örtülür və hər ayağın çöl tərəfindən şurupla birləşmə həyata keçirilə bilər. Çəp sözünü görəndə götürürsün nəyi? Şurupu. Şurupla birləşmədə mümkün nasazlıqlar deşiyin diametrinin böyüməsi və o şurubun laxlayıb oradan düşməsi ola bilər. Bunun üçün də təmiri biz həyata keçirmək üçün nə edirdik? Götürürdük ya böyük diametrli şurup ya da ki əvvəlki şurubu yapışqan sürtmüş taxta tıxacılardan da istifadə edərək bərkitməni yerinə yetirə bilərdik. Amma burada əsasən nə deyirik biz? Deyirik ki, daha böyük şuruplardan, diametri daha böyük şuruplardan istifadə etməliydik. Masanın ayağının yuxarı hissəsindəki çatın təmiri zamanı, bəs gəlin görək, bizə lazım olacaq resurslar hansılar idi? Bu sual imtahana düşmüş sualdır. Deməli, müəllimlər, bunun üçün bizə 2 cür sıxac və bir də yapışqan lazım olacaq. Yapışqanlarımız G şəkilli və dövrələməz sıxacdır. Bəs yaxşı, gəlin görək bu sıxaclardan harada istifadə edirdik. Çatın bağlanması üçün G şəkilli sıxaclardan, baxın, fikir verin müəllimlər. Sual düşür, çatın bağlanması zamanı hansı məngənədən istifadə etdik? G şəkilli məngənədən. Eyni təzyiqin saxlanması zamanı isə istifadə edirik nədən? Dövrələmə sıxacdan. Sıxacları deyir, bağladıqdan sonra mütləq deyir, altına yumuşaq oluncaq parçası qoyulmalıdır ki, bəli, G-yə oxşayır. Odun nəyin? Masanın hissələri zədələnməsin. Bəs yaxşı, bizə sual da düşə bilər ki, əgər çat baş hissənin yuvasının ətrafında əmələ gəlibsə, bu zaman təmir necə həyata keçirilir? Onda çata və eləcə də yuva ilə zivananın arasındakı deşiyə yapışqan yeridilir. Birləşmələrlə 2 sıxacla sıxılır. Əvvəlcə çatı bağlamaq üçün ayağın baş hissəsinə, baxın, ayağın yuxarı hissəsinə, yəni o çatı olan hissəyə, baş hissəsinə G şəkilli məngənə quraşdırılır. Zivananı yuxarıda saxlamaq üçün isə deyir, çöl tərəfdən deyir, dövrələmə sıxacla. Bir də deyək də müəllimlər, baxın, əgər deyir masanın yuxarı hissəsində, nədə bu ayağın ətrafı, yuxarı ayağın ətrafı kiçikdir, düzdürmü? Bu kiçik olan hissəyə G şəkilli ilə sıxdıq, bir də başdan ayağa çat əmələ gəlib. Bu çatda, başdan ayağa çatı da bərkitmək üçün nə edirik? Ümumi dövrələmə sıxacından götürüb, onu sıxırıq və sıxandan sonra da 24 saat quruyana kimi gözləyirik. Burada bir də var küncün bərkidilmə texnologiyası, bu da mütləq şəkildə ardıcıllıqla öyrənməliyik müəllimlər. Buradakı ardıcıllıq sizə aydın oldu, çat yuvanın ətrafında əmələ gəlmişdisə. Birinci, yapışqan yeridirdik, daha sonra baş hissəni G şəkilli sıxacla sıxırdıq, xarici tərəfinə yönəlmiş çatı isə dövrələmə sıxacla bərkidib 24 saat saxlayırdıq. Küncün bərkidilmə texnologiyası, bəs gəlin görək, hansı ardıcıllıqdan ibarət idi? Birinci, metal künc lövhəcik masanın ayağına yerləşdirilirdi.
Baxın, mənlə bərabər hamı özü desin. Metal künc lövhəcik masanın ayağına yerləşdirilir və çərçivəyə əks olan hissədən deyir, hər tərəfdən bir şurup bərkidilir. Bu birinci. İkinci mərhələmiz. Ayaqda deyir, lövhəciyin mərkəzindəki deşikdən istiqamətlənən deşik burğulanır. Aha, ikinci mərhələmizdə nə etdik? Deşik burğuladıq. Üçüncü mərhələmizdə lövhəciyi saxlayan şuruplar və lövhəciyin özü çıxarıldı. Dördüncü mərhələdə yastağız kəlbətinlə boltu dirənənə kimi sıxdıq. Beşinci mərhələdə bütün şuruplar və lövhəcik yerinə qaytarıldı. Və ən sonda nə etdik? Şurupları köməkçi şayba və qanatlı qayqa ilə bərkidib sıxdıq. Mebelin sadə və əsaslı təmiri onun istismar müddətini uzadan əsas şərtdir. Bu qədər müəllimlər. Kiminsə sualı var? Hər şey aydındır? Əla. Bəlkə də mənimlə yuxulayırlar. Yox, yaxşıdır. Yəni, balalarım yuxulamaz. Bir dəqiqə mən ekranda paylaşım. İndi görəcəm kim necə öyrənib. Testimizi də oxuyaq. Ekranda paylaşım, müəllimlər. Bugün ağıllı balalardır. Dayan görək, testdə də göz dəyməsin. Bax, müəllimlər, testdə də sakitcə oxuyun, xahiş edirəm. Heç kim yerdən başlamasın, danışmasın. Testi deməli oxudacağım. Baxın, müəllimlər, yadımdan çıxsa deyin. Testi oxuyacaq birinci Sevinç müəllimə. Sonra Zümrüdü də oxudacağım. Sonra Səadəti oxuyacaq. Məcbur öyrənməliyik. Çıxa bilərsiniz. Aha, birinci oxusun Sevinç müəllimə. Sevinç oxu. Buyurun. Yəqin mən deyirsiniz. Bəli, dedin oxumamışam. İşte başqalarına mane olmamaq üçün. Dünən sən sual cavabda iştirak eləmişsən qızım. Oxu. Küçüdə başqalarına mane olmamaq üçün çantanı necə daşımaq lazımdır? Sağ əldə. Bir variant. Küçədə dar səkidə gedərkən necə davranmaq lazımdır? Böyüklərə yol vermək. A variantı odur. Düzdür. Yolun ortasında. Küçədə gedərkən oğlan qızın hansı tərəfində? Sol tərəfində olmalıdır. B variantı. Sonra aşağıdakı davranışları uyğunlaşdırın. Yaşıl ışıqda keçmək. Bir dəqiqə getdi. Bir dəqiqə qoyun böyüdüm mən. Yaşıl ışıqda keçmək şüşədə davranış qaydasıdır. Yəqin ki, yaşıl ışıqda keçmək. Sonra yer vermək ictimai nəqliyyatda davranış qaydasıdır. Sonra tanışla görüşmək qaydası. O da, o haradadır da görün. Əl uzatmamaq. O variantı. Nəqliyyata minmə etikası. Bir dəqiqə. Yer vermək. İkinci. Nəqliyyata minmək etikası. Yer vermək deyil mi? Dördə bax bir dənə. İtələməmək. Minərkən yəni heç kimi sərnişinə itələməmək lazımdır. Beşinci. Bir dəqiqə qoyun keçin bu tərəfə. Dayanacaqda ictimai nəqliyyatı gözləməkən necə davranmaq lazımdır? Hərəkətdə olan nəqliyyatı yaxınlaşmaq, davranmaq lazımdır. Tam dayandıqdan sonra minmək, qapı bağlanandan minmək, tam dayandıqdan sonra minmək. İctimai nəqliyyatda danışarkən hansı səviyyədə səs istifadə olunmalıdır? Asta səslə. Avtobusa minərkən hansı qaydalara qapıdan daxil olmaq düzgündür? Qabaq qapıdan minik, orta və arxadan düşürük. Sonra ictimai etiketin yazılmamış qaydalarına əsasən ictimai nəqliyyatda oturacaqlar kimlər üçün nəzərdə tutulmuşdur?
Uşaqlar, qocalar, əlillər üçün. A variantı. Verilmiş ifadələr hansı qaydaya aiddir? Gözlədiyimiz nəqliyyat vasitəsi tam dayandıqdan sonra minmək lazımdır. İctimai nəqliyyat vasitəsini yalnız dayanacaqda gözləyən, hər hansı bir halda ictimai nəqliyyat vasitəsini gəlib gəlmədi. Dayanacaqda qaydasıdayıq. Dayanacaqda gözləmə qaydası deyil. Qaydası 10-cu. Sonuncunda oxu. Piyada keçidindən keçərkən yalnız hansı keçmək olar? Bugün kırmızı ışık yanında, sarı ışık yanında, yaşlı ışık yanında hiçbir halda geçmek olmaz. Avtomobil dayananda. Odur. Piyada keçidindən keçərkən yalnız hansı halda keçmək olar? İşıqların hansı? Yaşılda keçirik də biz. Ay, sağ ol. Səadət oxu qızım. Sağ olun. Siz də. Yaxşı, 11-dən başlayıram elə. Aha. Aşağıdakı ifadələri uyğunlaşdırın. Küçədə davranış, dayanacaqda davranış, ictimai nəqliyyata minmə, ünsiyyət mədəniyyəti. Böyüklərə salam vermək, bu küçədə davranış. Sonra oynamaq və qaçmaq olmaz, dayanacaqda davranış. Qapı bağlanmadan minmək olmaz, ictimai nəqliyyata minmə, ünsiyyət mədəniyyəti, çantanı sağallı aparmaq. İkisini qarışdırdım. Ünsiyyət mədəniyyəti olanı qarışdırdı müəllim elə bir. Ünsiyyət mədəniyyəti bir dəqiqə böyüklərə salam vermək. Ay, sağ ol. Sonra küçədə davranışa da olacaq müəllim. Qoy baxım görüm bir dəqiqə. Çantanı sağallı aparmaq. Ay, sağ ol. Düzdür qızım. Uyğunluq gözlənilmişdir. Yəni doğruda doğru, yanlışda yanlış götürməliyik. Doğru. Avtobusa arxa qapıdan minmək, qabaq qapıdan düşmək lazımdır. Müəllimə, yanlışdır. Qabaq qapıdan minib arxa qapıdan düşməliyik. Yolu keçərkən yol hərəkət qaydalarına riayət edin. Bu doğrudur. Yanlış. Nəqliyyat vasitəsində ucadan danışmaq, qışqırmaq, musiqi dinləmək olar. Yanlışdır da müəllimə bu. İctimai nəqliyyatın pəncərəsindən boylanmaq, qolunu bayıra çıxartmaq olmaz. Bu doğrudur. Demək burada 2-3. Aferin sənə, düzdür. Sonra deyir, Elifin dostu ilə birlikdə məktəbdən evə qayıdırdı. Onlar piyada keçidində yaşıl ışıq yandıqda yolu keçməyə başladılar. Bu zaman Elifin dostu önlərində gedən bir qadının arxasınca dönüb baxdı və ona nəsə dedi. Elifin dostuna bunu düzgün olmadığını söylədi. Elifin hansı davranış mədəniyyətini qorumuş oldu? Küçədə böyüklərə yol vermək qaydasını burada xeyir. Piyada keçidindən yalnız yaşıl işıqda keçmək qaydasını, küçədə tanışlara salam vermək qaydasını, yol keçənlərin arxasınca dönüb baxmamaq nəzakətini, ictimai nəqliyyatda oturacaq qaydasını. Müəllimə, bu şeydir də burada yol keçənlərin arxasınca dönüb baxmamaq nəzakəti D variantı. Ay, sağ ol, düzdür. Aferin. Müəyyən vaxt ərzində dəyişməyən xərclərdir. Bu xərcləri qabaqcadan həyata keçirmək və planlaşdırmaq olar. Söhbət hansı xərclərdən gedir? Bu, müəllimə, olacaq daimi xərclər. Ay, sağ ol. Sonra, ailənin xərclərinin neçə əsas hissəyə bölürlər və hansılardır? A. 3 əsas hissə, şəxsi xərclər, vergilər, digər mütləq ödəmələr. Xeyr, bu yanlışdır. B. 2 əsas hissə, şəxsi xərclər və vergilər. C. 2 əsas hissə, kommunal xərclər və bank kreditləri. Xeyr. 2 əsas hissə, şəxsi xərclər, vergilər və digər mütləq ödəmələr. Doğru variant budur mənim. Ay, sağ ol. Aferin sənə. Sonra sualı görə bilmədim mən. 16. Ailədə soyuducu xarab olur və təcili yenisi alınır. Bu hansı xərclərə aiddir? Bu gözlənilməyən xərcə aiddir. Bax, deyirdik ki, müxtəlif... Dövrü xərclər, dövrü müəyyən bir istismar müddəti olan xərclərdir mənim. Ay, sağ ol, bəli, dövrü xərclərdir. Bu sualın əvəzinə olsaydı ki, məsələsi deyirəm, uşaq yıxıldı, qolunu qırdı, bu hansı xərc idi? Və yaxud da ki, dəvətnamə gəldi, bu hansı xərc idi? Onu da gözlənilməz götürək. Bu gözlənilməz. Xəstəlik zədə olarsa, bu gözlənilməz. Amma nəyinsə istismar müddəti dövrü xərc. Ay, sağ ol, bəli. Rasional qidalanma nə deməkdir? İstədiyini yemək, qidanın balanslı və düşünülmüş şəkildə qəbul etmək. Elə cavab müəllimə budur da, düşünülmüş və balanslı şəkildə qəbul etmək. Düzdür.
18 ailənin qaz, işıq, su və rabitə ödənişləri hansı xərclər qrupuna aiddir? Bu kommunal. 19. Əgər 1 qram yağda 9,3 kalori, 1 qram zülalda 4,1 kalori, 1 qram karbohidratda 4,1 kalori varsa 10 qram yağ, 5 qram zülalın enerji dəyəri nə qədərdir? 1 qram yağda 9,3-dürsə, indi burada onu vururuq 9,3-ə. Ay, sağ ol. Eləyəriz 93. 5 qram zülalda deyilsə müəllimə, burada 4,1-i vuracaq 5-ə. Bu da 20,5'dir. Sonra bunları birlikdə cəmləməliyik də. Elə bir 93 ilə 20,5'i. Bir dəqiqə 93. 93, üstə gəl 20,5, 5, 3, 113,5 müəllimə. Bu görün var, B variantı. Düzdür. 20-yə də bax qızım. Müəllimlər, məsələlərə diqqətlə baxın. Başa düşməyən desin. Ailə, aylıq gəlirinin 30%-ni ərzağa, 20%-ni geyimə, 10%-ni nəqliyyata, 40%-ni digər xərclərə xərcləyir. Əgər ailənin gəliri 1000 manatdırsa, geyimə neçə manat ayrılıb? Deyir ki, geyimə 20. Müəllimə, burada 1000-i 20-yə vurub 100-ə bölməliyik də elə. Aha, gör neçə alınır. Bir dəqiqə 1000-i, ailənin 20%-i. Ay, 1000 vuraq 20, eləyəcək 2000, onu da 100-ə böləm 200. 200 müəllimə. Ay, sağ ol. Səsləri bağlayaq. Aha, deməli, 1000-i vurduq 20-yə, böldük 100-ə. Düzdür?